11 sual 1. Buyurun. Ramilə müəllimə başlayaq sizdən. Ya Xumar müəllimə? Sakit olun. Salam müəllimə. Salam. Başlayaq. Başlayaq. Bir dəqiqə. Bir dəqiqə müəllimə. Deməli, yer kürəsinin orbit müstəvisinə meylinin dəyişməsi nəticəsində şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı məsafə 3774 təşkil etmişdir. Bu halda günəş şüalarının minimum düşmə bucağı 36 dərəcəyə bərabər baş və xüsusi miqyasa görə məsələyə baxaq, qurtarmır. Hesablanmış təhrifi 228. Bunu sırayla eləyəcəm. Bəli, necə? Deməli, çünki belə oxu-oxu məsələ bitmir. Deməli, şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri arasında məsafə 3774-dürsə, bunu böləcəyik 111-ə, 74. Baxaq ki, bu nə qədərdir? 111. Müəllimə, deməli 34 dərəcə eləyib şimal və cənub mülayim qurşağın dəqiqə 23, Bəli, 34 15, dərəcədir müəllimə. 66, 15. Bu məsələni yadıma gəlir, çətinliklə eləmişdim eləyəndə. Müəllimə, bu 34 dərəcədirsə, əgər mülayim işıqlanma qurşağının şimal və cənub sərhədi arasında 34 dərəcədirsə, bu ümumilikdə bir yerdə neçə dərəcə eləməlidir? Dəqiqə, fikrim dağınıqdır. Demək müəllimə 66,5 dərəcədə normalda meyillilik. Düzdürmü? Burada deyir ki, dəyişməsi nəticəsində şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri arasında məsafə 34 dərəcədir. Normalda bilirsiniz də, mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri hansı enliklərdir? Müəllimə, deməli, tropiklə mülayim enliklərin arasında qalandır 23, 23,5, 66,5-dir. 66,5 şimal enlikləri. Bunların cəmi 90 dərəcə eləyir. Deməli, normalda bu 90 dərəcə deyil. Bəli. İndi bu 34 dərəcə oldusa, yerdə qaldı 90 çıxılsın 34. Yerdə qaldı 56 dərəcə. Deməli, tropik enliklər arasında qalan məsafə 56 dərəcədir. Biz buradan tapacağıq ki, tropiklər neçə dərəcədən keçir? Tropiklər deməli 28 dərəcədən keçir. Tropiklər 28 dərəcədən keçirsə, bizdən nə istəyir? Günəş şüalarının minimum düşmə bucağı 36 dərəcəyə bərabər olduğu fərqli enliklər. İndi minimum düşmə bucağına əsasən tapacağıq. 90 dərəcə çıxılsın, enliyi bilmirik, çıxılsın 23,5 yazmırıq, 28 yazırıq, bərabərdir 36-ya. Buradan da tapaq, 90 çıxılsın 28, çıxılsın 36. Elədi müəllimə 26 dərəcə. Deməli, minimum düşmə bucağı 30, günəşin minimum düşmə bucağı 36 dərəcəyə bərabər olduğu fərqli coğrafi enliklər. Yəni biri şimalda, biri cənubda olar. Deməli, nə oldu burada? 26 26 şimal, 26 cənub arasında nə qədər olacaq? 26 cənub enliyi arasında neçə dərəcə var? 52 dərəcə var da, düzdür? 52 dərəcə var. İndi bizdən nə soruşur? Buna əsasən baş və ən qısa məsafənin baş və xüsusi miqyasa görə hesablanmış təhrifi 228 kilometrə bərabərdir. Xəritədəki məsafənin 30 santimetrə bərabər olduğunu bilərək tərtib edildiyi baş miqyası təyin edin. Deməli, bunların arasında 52 dərəcə varsa, 52-ni vuracağıq 111-ə. Nə qədər eləyir? 5772-dir. Düzdür? İndi bunda təhrifi 228-dir. Bundan çıxırdıq da 228-i. Toplayarsınız müəllimə, toplayarsınız. Toplayacaq. Düzdür. 228-i toplayacaq, 6000 elədi. 6000. İndi 6000-i də ki, indi bizdən baş miqyası istəyirsə, 6000-i də böləcəyik 30-a. 6000 bölünsün 30. Elədi 200. Dalına da ki 5 dənə 0. Bəli, 5 0 əlavə edirik. Tamamilə doğru. Bəli, müəllimə. Tamamilə doğru. Müəllimə, bir dənə də belə qısa belə yekunlaşdırım dediyimi, elə bil özüm eləyə getdim, izah eləmədim. Bəlkə kimə aydın olmadı. Elədiyim tipi. Məsələn, belə olanda
Aha, belə deyirik, şimal mülayim işıqlanma qurşağının şimal və cənub sərhədləri. Mən həmişə özüm üçün şəkildə çəkirəm. Deməli, mülayim işıqlanma qurşağı tropiklə 23.5-dən 66.5-in arasındadır. Bu normalda 66.5-23.5 43 dərəcədir də, düzdürmü müəllimlər? Bəli. 43 dərəcə budursa, tropik işıqlanma qurşağı da 47 dərəcədir. Bunların cəmi həmişə 90 dərəcəyə tamamlanmalıdır. İndi bizdə burada 34 dərəcə alındısa, deməli onun 90 dərəcəyə tamamlanması üçün biz 90-dan çıxacağıq 34-ü. 34 elədi də müəllimə, düzdür? Hı. Orada elə bil nə qalırsa tropik işıqlanma qurşağında. Mən həmişə onu bölürəm 2-yə. Bunu 56 alındı. 56. Aha, sonra 56. 56-nı 2-yə böləndə elə tropikləri tapıram 28. Bu müəllimə heç yerdən öyrənməmişəm. Bu biraz riyaziyyatımla əlaqəlidir. Yəni heç yerdə baxmamışam bu tip aha. məsələlərə. Məndə belə rahatdır. Elə bil həmişə belə eləyirəm. Cavablar da həmişə düz Hə, gəlir. hətta Yəni müəllimə belə bir arxasında yol da var. Tamamladınız siz müəllimə izahınızı? yox, əsas onu demək istirdim ki, tropikləri necə tapdıq. Ondan qalanı asandır da təhrifə görə tapırıq. Hə, həm də ki müəllimə, belə bir yol da var. Məsələn, x plus y bərabərdir 90, x Hə, minus y bərabərdir 34 dərəcədir burada. Məsələn, bu burada toplayırıq. buradan məsələn y-lər gedər 2x Və bərabərdir gedir 2x 124. bərabərdir. Burada 62-ni Hə, tapdınız. Yəni şimal mülayim işıqlanma qurşağının şimal sərhədini tapdınız. 90-dan da bu 62-ni çıxanda siz artıq tropiki tapırsınız, yəni 28-i. Əslində şimal sərhədi 66.5-dir axı, cənub sərhədi 23.5. Amma burada isə dəyişilir. Düsturda bizə onsuz da enlik lazımdır. Qoyuruq, tapırıq onsuz da. 2-yə baxaq. Çayın, bir dəqiqə. Çayın mənbəyində atmosfer təzyiqi 540, mənsəbi isə dünya okeanı səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Deməli, dünya okeanı səviyyəsindən 0 metrdə dünya okeanı səviyyəsi. Bundan 600 metrdirsə elə 600 metr götürürük. Mənbəyi də ki 540-dır. 600-dən çıxıram 540-ı. Elədi 60. 60-dan da yəni ki dərəcə fərqindən təzyiqdən kilometrə keçmək üçün ona vururuq da. Düzdür? Mən deyirəm siz deyin, belə. Demək Düz müəllimə, deyirəm. burada mənbədə 540-dır. Düzdürmü? Normal atmosfer təzyiqindən siz Təzyiqi çıxın yox, səhv 540-a. getdim müəllimə. Səhv getdim. Bir dəqiqə səhv getdim. Deməli, çayın mənbəyində, yəni yuxarısında 540-dır. Mənsəbi isə okean səviyyəsindən 600 metr yuxarıdadır. Okean səviyyəsi 0 metr 760 götürülür. Amma bu 600 metr yüksəklikdədir. Deməli, 600 metr yüksəklikdədirsə, burada olacaq təzyiq, müəlliməm, 60 olacaq. Yox, Siz elə 60-da, hə, istəyirsiniz 760. müəllimə, 600 metri təzyiqə keçirin olsun 60 Onu metr. deyirəm də, müəllimə, Hə. 60, 760-dan da 60-ı çıxanda Aynen eləyəcək 700. Hə. Sonra Aha. 700-dən İndi bunu burada çıxarsınız. 700-dən çıxacağıq 540-ı. Qalacaq 160. 160 təzyiq fərqindən də keçirik hündürlüyə, ona vururuq, eləyir 1600. Bunu tapdıq 1600. Buradan da 5 Çayın sıfır silin. uzunluğu neçə qalır? 25 qalır da, 25-i 25. 80-ə vurub Miqyaslı xərcin elədi 2000. hə. Bizdən nə soruşur? Bizdən soruşur Meyli orta tapmaq üçün meyillik. düşmə. Meyli tapmaq üçün düşmə bölünsün uzunluq. 1600-ü 2000-ə 1600 bölməlisiniz. düşməsi də böləcəyik 2000-ə. Eləyəcək 0,8 metr böl kilometr. Bir daha da müəllimlərə o izah edək. Bu düşmə deyəndə mənbədən mənsəbi çıxmaya deyilir. Mənbə çıxsın, mənsəb düşmədir. Orta meyilli tapanda da meyillilik bərabərdir, düşməni elə bölməli. Yəni düşmən indi nə tapdıqsa, mənbədən mənsəbi çıxmaqla, uzunluğa bölməklə biz o meyilliyi tapmış oluruq. İndi burada da bizə verib atmosfer təzyiqi 540 mm civə sütunu. Sonra da deyir dünya okean səviyyəsində 600 metr yüksəklikdə yerləşir. Bu həmin 600 metri biz təzyiqə çevirsək olacaq 60. Normal atmosfer təzyiqi bilirsiniz də 0-45 dərəcə paraleldə olur 760. 760-dan da 60-ı çıxırıq olur 700 millimetr civə sütunu. Təzyiq fərqini tapmaq üçün bu 700 millimetr civə sütunundan bunu çıxırıq, alırıq biz 160. Ondan da hündürlüyə keçmək üçün gərək ona vuraq. Olur 1600. Artıq bizim düşməmiz hazırdır 1600. Sonra da bu miqyasla da bu xəritəni vururuq bir-birinə, tapırıq uzunluğu. 1600-də 2000-ə böləndə 0,8 edəcək. Bir yol da var. Bunu da deyim müəllimə, sonra Ramilə müəllimə. Üçüncü artıq hazırlıq görün.
Demək, burada ilk öncə belə də edə bilərsiniz müəllimlər. Elə 760-dan 540-ı çıxsa, təzyiqdən təzyiqə heç bu 600 metr qoyaq kənara. Alarsınız 220. Düzdürmü? 220 alacaqsınız. Onu da hündürlüyə çevirmək üçün burada da 600 verib. Nə deyir? Deyir onun mənsəbi. İndi bu mənbədən mənsəbi çıxanda neçə eləyəcək? Yəni 2200-dən 600 çıxsanız elə 1600 alacaqsınız. Bu qədər sadə. Yəni burada məncə bu yol daha rahatdır. Yerin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsi ilə əlaqədar olaraq yer kürəsi iki məntəqə arasındakı 58 dərəcəlik uzunluq fərqini 435 dəqiqəyə dönmüşdür. Bunu nəzərə alaraq tədqiqatçının 11-ci saat qurşağın orta meridianı ilə çevrəsinin 1/4 hissəsinin uzunluğu 3438 kilometr olan paralelin kəsişmə nöqtəsindən şərq istiqamətindən 955 kilometr məsafədə qət etdikdən sonra Bu çatdığı sertifikasiya uzunluğu düşməyəcək belə sual. Ancaq milikçilərə düşər bu 3 dənə sual Bir də var belə. düşsə də müəllim adam həmin vaxtda həyəcanla bu çox vaxt aparan məsələlərdir Aha, bunlar. bəli. 8 dərəcəlik uzunluq fərqinin 435 dəqiqəyə gedibsə, 1 dərəcə üçün deməli nə qədər lazımdır? 435-i böləcəyik 58-ə. 58-ə əgər Eləyir 435 dəqiqədirsə, görəsən 1 dərəcəyə nə 1 qədər olar? dərəcə. Neçə dəqiqə olar? Bu da elədir 1 dərəcəyə 7,5 dəqiqə Müəllim, dönür. bəs normalda 1 1 dərəcə neçə dəqiqədir? Normalda 1 dərəcənin 4 dəqiqəyə Amma gedirdi. burada tapdığınız 7,5 dəqiqədir 1 dərəcəsi. Aha, daha sürətlə gedir. Deməli, bunu nəzərə alaraq tədqiqatçının 11-ci saat qurşağına Hələ müəllimə onu dayan. Oradan indi 1 dərəcə Aha. əgər 7,5-dirsə, bəs bu 1 saata neçə dərəcə dönür? Normalda yer öz oxu ətrafında 15 dərəcəyə dönür axı, onu tapmaq lazımdır. Aha. Burada indi deməli 60 dəqiqəni 1 dəqiqəyə deməli 1 dərəcəni 7,5 dəqiqəyə gedirsə, 60 dəqiqəyə nə qədər Neçə gedər? dərəcə olacaq? Aha. Yəni 1 saata neçə dərəcə olacaq? O da olacaq Aha, 60-ı 7,5-ə böləndə 8 dərəcə alacaqsınız. Aha, hə. Demək Deməli 1 dərəcəmiz saata da Bəli, 1 saatı 8 dərəcə. Müəllimə, siz bunu niyə tapdınız? İndi bax burada deyəcək ki, 11-ci saat uşağın orta meridianı. Orta meridian dedi biz 15-ə vururduq axı. Yəni 1 saat 15 dərəcə. İndi bax burada nəyə vuracaqsınız? Müəllim, hələ burada tapacağıq ki, deməli 360-ı hələ böləcəyik Hə, bunu 8-ə, eləyin görək sonra. neçə saat Bunu qurşağı eləyək, var. sırayla gedək. İndi bu gəlir bu cümlədə. 11-ci saat qurşağının orta meridianı tapaq müəllimə. 11-ci saat qurşağın 11-i vuracağıq 8-ə, eləyəcək 88 şərq uzunluğu. Ay sağ ol, bunu tapdıq. Sonra keçək o biri dediyinizə. Görək neçə dənə saat qurşağı var. Yoxsa ona hələ gəlməyək. Orta çevrəsinin 1/4. Müəllimə, deməli 1/4-i 3438-dirsə, bu obşi paralelin uzunluğunu tapmaq üçün 3438-i vuracağıq 4-ə. Bu da eləyəcək 13752. Yəni ümumi paralelin uzunluğu 13752 kilometrdir. İndi bunun da deməli 1 dərəcəlik qövsünü tapmaq lazımdır. Bunu nəyə bölməlisiniz? Bunu böləcəyik. Yəni bunu 15-ə bölür. Yox, 15-ə bölmürük burada. 360 dərəcəyə bölürsüz. Həm də belə iri rəqəmlər olanda 360-a tam çevrəni 360-a bölürlər axı. İndi 13752. Aha. 38,2 idi. Bu da 70 dərəcəlik paralel elədi. 38,2. Bunu tapdıq. Heç əslində 70 dərəcəlik lazımdır. Bizə burada 38, onda 2 lazımdır. İndi deyir ki, kəsişmə nöqtəsindən şərq istiqamətinə 955. 955-i də böləcəyik 38, onda 2-yə. Yəni 1 dərəcəyə əgər 38,2-dirsə, kilometrdirsə, görəsən 955 kilometrə neçə olacaq, onu tapırıq. Yəni 955-i 38,2-yə bölürük. İndi 88-in də üstünə 88 şərq uzunluğu tapmamışdıq. Onun da üstünə 25 gələcək, tapdığımız 25-i. Eləyəcək 25 tapdıq da, ha. 25 dərəcə getdi. Şərq uzunluğu. Gəlib çatırıq 113 şərq uzunluğuna. Bəli, 113 dərəcə şərq uzunluğuna çatırıq. O da C variantı olacaq. Tamamilə doğru. Dediyini belirləşdirim. Bəli, bəli. Buyurun. Neynədiniz deyin? Deməli 58 dərəcəlik uzunluq fərqi 435 dəqiqəyə dönübsə, burada həmişə 1 dərəcəyə tapırıq. Yəni sayı tənasüb qururuq. 58 dəqiqəyə 435 dəqiqədirsə, 1 dərəcəyə nə qədərdir? Buradan tapdıq 7,5. Deməli 1 dərəcə 7,5-dir.
Burada da bizə saat lazımdır. 1 saata nə qədər dönüb. Onu da tapmaq üçün 60-ı böldük 7,5-ə. Tapdıq 1 saata nə qədər dönüb? 8 dərəcə. Bunu tapandan sonra 11-ci saat qurşağın orta meridianı dedik. Əvvəl necə 15-ə vururduqsa, indi 11-i vurduq 8-ə, elədi 88 şərq uzunluğu. Çevrəsinin 1/4-i 3438-dirsə, yəni bu 1/4-idir də. Bunun ümumi paralelin uzunluğunu tapmaq üçün 3438-i vuracağıq 4-ə. Bu ümumi paralelin uzunluğu, yəni 361 paralel 360 dərəcə deyil. Buradan da 1 dərəcəlik qövsün uzunluğu lazımdır ki, bizə onu 955-ə bölüb neçə dərəcə yol getdiyini tapaq. Bunu da eləyəndə elədi 38,2 elədi də 955-ə böləndə. Və tapdığımız 88 şərq uzunluğunun üstünə də neçə tapmışdıq? 25, onu gəldik. Elədi 113 şərq uzunluğu. Görə 4-ü də müəllim izah edin. 5 də sizin də onsuz da. 4-ü izah edin. Şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsində düşmə bucağı göstərilmişdir. Buna əsasən A məntəqəsinə şaquli bastırılmış dirəyin kölgəsi günəşin birinci vəziyyətdən ikinci vəziyyətə gəldiyi müddət ərzində necə dəyişər? Deməli, günəş şərqdə çıxıb qərbdə batırsa, ən az kölgə saat 12, yəni günortaya yaxın saat 12-də olacaq. Deməli, birinci və məntəqədə kölgənin uzunluğu çoxdur, 2-yə gələndə artıq yəni saat 12-yə yaxınlaşır da bu zenit vəziyyətinə. Onun üçün kölgənin uzunluğu azalar. Yəni həmişə demirik, günorta vaxtı kölgə olmur, Bəli. 0-a bərabər olur. Yəni bu da düzdür, 0-a bərabər deyil, amma 1-dən 2-yə gələnə qədər kölgə azalacaq. Çünki 12-yə yaxınlaşır. Amma oxlar belə Kölgənin olsa, əksinə olsa, artacaq. axşam vaxtları və səhər vaxtları da kölgənin Bəli. ən uzun olduğu vaxtlardır deyə həmişə artır. 5-ə baxaq Deməli, müəllimə. birinci, Hə, B variantı deməli, onu demədim, qısalar. qısalacaq. 5-ə baxaq, B variantıdır o sualı cavab. Aha. Düzgün olmayan bəndi seçin. Skandinaviya dağlarının mütləq hündürlüyü Ural dağlarının mütləq hündürlüyündən daha azdır. Skandinaviya dağları Qalkopigen 2469, Ural dağları Narodnaya 1595 idi, yoxsa neçə idi? 1895, 96 belə. 1890. Hə. Deməli, bu səhv fikirdir. Yəni daha az deyil, daha çoxdur, amma bizə lazımdır birinci variant. Düzgün olmayanı istəyir. Böyük Suaycı dağların ən hündür zirvəsinin mütləq hündürlüyü 2820 metrə bərabərdir. Böyük Suaycı dağları deməli Kostyuşka dağı 2228 idi. Səhv eləmirəmsə. Bəli, müəllimə. 2228. Bu da Deməli yanlışdır. metrə bərabər. Bu da yanlışdır, bizə lazımdır. Yerin maqnit sahəsinin formalaşmasının əsas səbəbi daxili və xarici nüvənin hərəkətidir. Bu doğrudur. Yəni daxili və xarici nüvə hərəkət eləyərkən o sürtünmə qüvvəsi nəticəsində yerin maqnit sahəsi formalaşır. Bu doğru fikirdir. Bizə lazım deyil. Makdonel dağları litosfer havalarının divergent sərhədinə uyğun gəlir. Xeyr, bu Avstraliyada olan dağlardır. Hündürlüyü 1510 olmalı idi. Və ümumiyyətlə Avstraliya materiki havaların mərkəzində yerləşir. Burada yəni heç bir divergent və yaxud da konvergent sərhəd yoxdur. Bəli, Yəni bu müəllimə. kənarda qalır. Mərkəz hissədədir. Həm də bu Hə. bu da həm platformadır. Artıq Baykaldan əvvəl olan dağlardır. Bəli, müəllimə. Sərhəddə 1-2-4 yerləşmə. ilə yalnız. Bəli. Digərlərini oxuyaq. Uran filizi tərkibinə görə çox kasıbdır. Bəli, 1 kiloqram uranın tərkibində 0,2%-dir metal. Aha. Labrador yarımadasında zəngin dəmir filizi ehtiyatı mövcuddur. Bu da doğrudur. Yəni Tamamilə orada doğrudur. dəmir filizi var. Bəli. Labrador yarımadası hansı ölkəyə məxsusdur müəllimə? Kanadaya məxsusdur. Bəli. Oldu müəllimə. Buyurun. 6. Doğru olmayan sıranı müəyyən edin. Kim izah etmək istəyirsə buyursun. Aha, əgər müəllimə tələsmirsə, istəyirsiniz mən edeyim. Edin, buyurun. Aha. Deməli, cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Dağlar, hündürlük. Hə, bizdə yanlışı soruşur. Deməli, Altay dağları 4506 Beluxadır hündürlüyü. Hertzin qırışı Kaledon Hertzinə aiddir. Şimal və şərq yarımkürəsinə yerləşir. Deməli, birinci doğrudur. İkinci Karpat dağları. Karpat dağlarında 2655. Mən burada Gerlachovski idi Bəli, Karpatda. Cavan dağlardır, Gerlachovski. Alp idi və şimal-şərq da doğrudur. Alp dağları 4807 şimal-şərq və qərb yarımkürəsində yerləşməyi. Alp dağlarının hündürlüyü 4000
4400 idi deyəsən müəllim elə. Düzdür müəllimə 4807-dir. 4810 Amma da şərq, verilir. yəni onu Amma o şey kəsmir, Greenwich'dən Greenwich şərqdədir axı, kəsmir. kəsmir özdən. Bəli, O yəni qərbdə qərbdə yerləşə bilməz. Ona görə 3 yanlışdır. Sonra Dur, hesaplamışdım. Hə, Kordilyer dağları, deməli Kordilyerdə 6194 Denali dağıdır. Mezozoik Kimmeri şimal-şərq və qərb yarımkürəsində. Şərqdə yerləşmir. Bu yanlışdır. bəli. Yəni bütövlükdə qərbdə yerləşir. Skandinaviya dağları 2469, Kaledon, şimal və şərq. Bu doğrudur. Deməli, onda Greenwich meridianı kəsmir, şimal və şərqdə yerləşir. Qafqaz dağları 5642 metrdir. Bu hündürlüyü səhv verilibdir. 6-da. Bəli. 3, 4, 6 6. sualın doğru cavabıdır. Yəni doğru olmayan sıralardır. 7-yə baxaq müəllimə. Artıq bu təsəvvür tələb edir sizdən, xəritə təsəvvürü. Qərbdən şərqə doğru deməli. Aha. Coğrafi obyektlərin. Florida yarımadası qərbdə yerləşir. Azor adaları şərqdə gəlir. Novosibir adaları Malakkaya. Hə, Novosibir Malakka yarımadası. Novosibirdən sonra gəlməməlidir. Malakka yarımadası əvvəl gəlir deyəsən. Hansını deyirsiniz? B variantını? A variantında müəllimə yox. Bəli, Novosibir Malakkadan daha şərqdədir deyə ona görə çıxırıq biz. O yanlışdır. Saxalin adası, Sumatra adası. Burada da elə bu yanlışdır. Birinci Sumatra gəlməlidir. Həm də Şirlanka lap əvvəl gəlməlidir. Ümumiyyətcə bu variant Sumatra yanlışdır. Saxalindən qərbdə yerləşir. Şirlanka da ondan daha qərbdə yerləşir. Yəni variant yanlışdır. Böyük Britaniya adası. İslandiya Böyük Britaniyadan əvvəl gəlir. Bu da burada yanlışdır. Birinci gərək İslandiya gəlməlidir, sonra Böyük Britaniya. Sonra odlu torpaq, İrlandiya, Skandinaviya, Kalimantan, Sumatra. Hə, Sumatra Kalimantandan əvvəl gəlməlidir. Burada Bəli. da. O zaman Y Y bəndi variantı, qalır. bəli, Y Kanar, variantı Kanardır, İspaniya məxsus, sonra Britaniya yarımadası verilib. Krit adası, Süveyş, Sonra Novaya Krit adası, Süveyş kanalı, Novaya Zemlya adası. Hara gel, hə. Bir dəqiqə müəllimə bunu silmək istədim, səhifə dəyişildi. Hə, yaxşı, düz gəlmişəm. Hə, 8-ə baxaq. Hə. Doğru olan ifadəni müəyyən edin. Geosinknal ərazilərdə geotermik pillə daha kiçikdir. Hə, bu doğrudur. Geotermik pillə Bəli, seysmik geosinknal ərazidə ərazilərdə kiçik olur. Bəli. Doğru Bütün ifadə litosfer etdiniz. tavalarının Bəli, doğrudur. Bütün litosfer tavalarının konvergent sərhəddində subduksiya prosesi baş verir. Konvergentdə subduksiya, yəni konvergent toqquşmadır, orada subduksiya. Yox, subduksiya olmur mənim orada toqquşmada. Niyə ki, subduksiya toqquşmadır, amma Yox, yəni, materik yəni okeandır. bütün litosfer aha, bəli. Amma O kolliziyada sözdə da ola yanlış. bilər də müəllimə, kolliziya, yəni qurunun quruya Bəli, toqquşması. Konvergent 2 yerə Bəli. bölünür, subduksiya və kolliziya olmaqla. Ona görə 2 yanlışdır. 3-ə baxaq. Pasxa, Müqəddəs Yelna, İslandiya və Aleut adaları litosfer tavalarının divergent sərhəddinə uyğun gəlir. Deməli, burada Pasxa, Müqəddəs Yelna, İslandiya və Aleut adaları. Bu Pasxada mənim Pasxa ayrılmadı. Müqəddəs Yelnada ayrılmadı, İslandiyada. Aleut ayrılma deyil. Aleut Aleut- toqquşmadadır. Bəli, ona görə biz bunu səhv götürəcəyik. Sakit Okean tərəfdə. Sonra digər sıranı oxuyun. Dəclə Fərat çaylarının başlanğıc götürdüyü ərazilər seysmik cəhətdən fəaldır. Deməli, Kiçik Asiya yarımadasından başlayır, Anadolu. Bəli, orada da fəaldır. Seysmiklik, bəli, Anadolu yaylası. Karib, Filippin, Baffin dənizləri geosinknal ərazidə yerləşir. Deməli, Karib yerləşir, Filippində yerləşir, amma Baffin geosinknalda deyil, Tamamilə doğru. şimaldadır. Ruiz, Bardamburqa, Pinatubo vulkanları şimal yarımkürəsində yerləşir. Hə, bu doğrudur. Ruiz yerləşir Kolumbiyada, Bardamburqa yerləşir İslandiyada, Pinatubo da Filippində. Bəli. Doğru variant. Şimal və şimal yarımkürəsində yerləşirlər. Şimal yarımkürəsində. Filippin biraz çaşdıra bilər, amma o da şimal yarımkürəsindədir. Onun yəni vulkanı. Luson adasında yerləşir də. Özdəki Mindano adası da ekvator kəsmir. Ekvatorun yuxarıdadır, amma ekvatorial iqlim qurşağındadır. 1, 4, 6 İqlim sualın də. doğru cavabıdır. 9-a baxaq müəllimə. Doğru olmayan fikir. Hə. Doğru olmayan fikirləri müəyyən edin. Orta okean daxtı silələrinə Şimal Buzlu okeanda rast gəlinmir. Hə, bu yanlışdır. Şimal Buzlu okeanda Mendeleyevdir, Hekkeldir, bu kimi dağ silsilələri var. Bəli, Ona görə də Lomonosov. biri Ümumiyyətlə götürülür. müəllimə, Lomonosov. bütün okeanlarda var orta okean dağ Var, silsilələri. bəli.
Ona görə bu yanlışdır, yanlış lazımdır bizə. Sonra Şimali Amerika materikində yerləşən böyük düzənliklərin mütləq hündürlüyü mərkəz düzənliklərin hündürlüyündən daha çoxdur. Bunların mütləq hündürlüyünü mərkəzi bilmirəm amma. düzənliklərdə hansı göllər var? Erie, Ontario, Huron, Michigan, yuxarı. Amma böyük düzənliklər Kordilyer dağlarına tərəfdir. Dağa tərəf olan daha hündür olar. Və burada da həqiqətən böyük adından göründüyü kimi böyük düzənliklərin mütləq hündürlüyü mərkəzi düzənliklərdən daha çoxdur. Bu doğru fikirdir. Bundan işimiz yoxdur. 3-ə baxaq. Afrika materikinin ən yüksək zirvəsi qar xəttinin aşağıda yerləşir. Xeyr, Kilimanjaro olmalı idi. 5895, o da qar xəttindən yuxarıda Bəli, yerləşir. 5000-dən yuxarıdadır Yəni təbii ki. Viktoriya adasında qütb gecələri müşahidə olunur. Bəli, Viktoriya adası qütb işıqlanma qurşağında yerləşir. Ona görə də Kanada orada müşahidə olunur. Arktik arxipelagında yerləşən qütb gecələri də müşahidə olunur. Bu ifadə doğrudur. 5-ə baxaq. Şimal yarımkürəsində yerləşən bütün çayların deltasında əhali sıx məskunlaşmışdır. Xeyr, biz məsəl üçün Lenadı, Yanadı, İndigirka İndigirka bu çayı. çaylar deyə bilmərik. Hə, orada Bəli. məsələn Sibirin çaylarında əhali sıx məskunlaşmaz. Özü az çirklənmiş çaylardır. Su varmada o qədər də istifadə olunmur deyə. Bu yanlış fikirdir. Beşi də Müəllimə 5-i də götürəcəyik. Bəli. 6-ya baxaq. Antarktikada fəaliyyət olan vulkanlar mövcuddur. Bəli, demişdik, Rus adasında Erebus vulkanı var. Bəli. Doğrudur. 1, 3, 5 sualın doğru cavabıdır. A variantı. Ona baxaq. Uyğunluğu İqlimlərlə müəyyən edin. bağlıdır. Bəli. Subtropikin Aralıq dəniz vilayəti, musson və mülayimin dəniz vilayəti. Həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar. Bunlar Aralıq dənizindədir. Çayların əksəriyyətinin deməli, il ərzində səviyyəsi kəskin dəyişmir. Bu kəskin dəyişməyən dəniz iqlimdədir. Bəli, mülayim dənizdə. Həmişə yağıntılı olur. Məsələn, Reyn çayı. Bəli, Reyn olar. Temza çayı, Reyn çayı. Bəli, bəli. Avstraliya materikinin cənub-qərb hissəsində rast gəlinir. Deməli, Avstraliyanın cənub-qərbində Aralıq dəniz iqlim tipidir. Ondan sonra qış aylarında kontinental hava kütlələri hakimdir. Qış aylarında kontinental hava. Bu mussonda olmalıdır. Bəli, müəllimə. Mussonda Subtropik yayda yağıntılı mussonda olur, olacaq. qışda kontinental. Qışda quraq olur. Aha. 5. Yalnız qədim Lavrasiya qurusuna aid olan müasir materiklərdə rast gəlinir. Lavrasiya şimaldır. O da deyir ki, yalnız Lavrasiya qurusu, yəni Şimali Amerika və Avrasiya materikində. Müəllimə, Allah sizdən razı olsun. İnansız, o qədər rahat işləyə bilirəm ki, bu sınaqları, məsələn, indi əvvəl sizlə işləyirik deyə, mən axırdan başlamışam yavaş-yavaş işləməyə ki, vaxt çatsın, sınaqlar işləyim. Bəli. O qədər rahat işləyirəm ki, hər dəfə dua edirəm ki, Allah sizdən razı olsun ki, Var bu olasın. qədər məsələn, sıfırdan demək olar ki, hazırlaşmışam. İndi sentyabrdan bu testləri asanlıqla işləmək məncə bu sizin uğurunuzdur müəllimə. Eyni ilə də mənim üçündür. Çox sağ olun müəllimə. Dəyər verdiniz ki. Toplayarıq. Aha, inşallah Mənim müəllimə. haqqımıza girmək mümkün deyil ki, yəni sentyabrdakı vəziyyət hardadır, indiki vəziyyət. Mən keçən il o güvəndən, dimdən heç cümlətanı deyim ki, bir 20-30 testi belə yaza bilmirdim. Yəni ki, amma bu il elə yaxşı işlədim onları. Çox şükür müəllimə, çox şükür. Bəli, müəllimə. Nətər eləyirlər, bu nədir, o nədir, ay Allah, bu mən nətər yazdım. Qərb hissəsində Perth şəhərində hansı iqlim tipi olacaq? dənizi. Bəli, Aralıq dənizi. Sonra Şərqində isə bərabər rütubətlisi idi. Hı. Qış ayları 4-də dedik, qış aylarında kontinental hava 5-i dediniz kütlələri. müəllimə. Onu da dediniz, mussondadır Bəli, kontinental qışda olanı. Lavrasiya qurusuna aid olan materiklərdə ancaq mussondur, çünki musson cənubda yoxdur, şimalda var. Bretan yarımadasında mülayim dənizdir, o da Fransiyaya məxsus yarımada olmalıdır Bretan. Orada Tamamilə mülayim dəniz doğrudur. olur. Bəli. Burada uyğunlaşdırsaq, həmişəyaşıl codyarpaqlı meşə kolluqlar, subtropikin Aralıq dənizi, bir də Avstraliyanın cənub-qərbində, yəni Perth şəhərində. Subtropikin mussonuna aid olduğu burada qış aylarında kontinental hava kütlələri, bir də Lavrasiya qurusuna, yəni Şimali Amerika və Avrasiya materiklərində rast gəlinməsi. Bir də mülayim dənizə də aiddir. Çaylar il ərzində kəskin dəyişmir səviyyəsi, bir də Bretan yarımadasında mülayim dəniz var. Oldu müəllimə, sağollaşıram. Bəli, C variantı olacaq. Sağ olun. Səadət müəllimədən sonra kimlə davam edirik? Salam müəllim, axşamınız xeyir. Salam, buyurun. Dağın yamacında yerləşən və atmosfer təzyiqi 580 mm civə sütunu olduğu məntəqədə ən isti dövründə havanın temperaturu 13,5 dərəcə Selsi
qeydə alınmışdır. Bunu nəzərə alıb qar xəttinin kesiyi hündürlüyü müəyyən edin. Yenə normal təzyiqdən çıxacaqsınız. 700, bəli. 760-dan 580 çıxanda eləyir 100. 180. Sonra o hündürlüyə keçmək üçün ona vurmaq lazımdır. Millimetr civəsindən hündürlüyə keçdik. Neçə olacaq Bu da müəllimə? Bəli, 1800 metr 1800. eləyir Aha. hündürlüyü. Sonra havanın temperaturunu da verim 10.5. Minə 6-dır da. 1800-ə də Yox, 13,5-ə x götürəcək neçə metrdir? 13,5-i minə vuranda bu vergü ilə 1-0 gedir. bəli. Sonra 350-nin 6-ya böləndə nə qədər eləyəcək? 13-ü 2 dəfə 12, 15, 2250 eləyir. Hə, 2250 metr olacaq. Hə, sonra nə edəcək müəllimə? Bu o tərəfdən 1800 tapdınız. Bunu da tapdınız 2250. Nə etmək lazımdır? Bizdən nə istəyir? Qar xəttinin keçdiyi hündürlüyü. Qar xəttinin keçdiyi hündürlüyü tapmaq üçün nə etmək lazımdır bu rəqəmləri? bu toplamaq lazımdır. Bəli, müəllimə. toplamaq lazımdır ki, tapaq neçə metrdən keçir. Düzdürmü müəllimə? Bəli, bu da bəli. 4050 metr olacaq B variantı. Asan bir məsələ idi. 12-yə baxaq. Bu sertifikasiya tipli sualdır müəllimlər. Sertifikasiya müəllimləri baxsın. Çox asan bir iqlim diaqramıdır. İqlim diaqramına əsasən uyğun iqlim bu bərabər ekvatorial iqlim qurşağıdır. Bu Görürsünüz, müəllimə. bərabər yağıntılıdır. Temperatur da 25 dərəcə yaxın. Bəli. Bu da Hə. A variantıdır. müəllimə. Yəni ekvatorial Kalimantan. iqlim qurşağında yerləşən adaları seçməliyik. O da böyük zond adaları olacaq. Hansıdır? Kalimantan, Sumatra, Yava, Sulawesi adaları ekvatorial iqlim qurşağındadır. Ona görə A variantıdır. Məsələn, burada Kuba tropik dənizli olmaz. Böyük Britaniya mülayim dənizli olmaz. Aha. Siciliya aralıq dənizidir. Siciliya Olmaz. Madagaskar olmaz. Madagaskar olmaz. Tropik dənizdən subekvatorial iqlim qurşağında yerləşir. 13-ə baxaq. 13. Doğru fikirləri müəyyən edin. Respublikamızın ərazisinə yağıntıların bərabər paylanan mülayim isti iqlim yarımtümü Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağlarında rast gəlinir. Bəli, bu Kiçik Qafqazda rast gəlinmir. Böyük Qafqazda Talış dağlarında var. Mhm. Sonra bu səhvdir onda. Respublikamızın ərazisinə daxil olan mülayim dəniz hava kütlələri Azor müqəddəs yerin adaları üzərində formalaşır. Yəni bu səhvdir. Mülayim dəniz Azor ola bilər, amma müqəddəs yerin cənub yarımkürəsindədir də Böyük Britaniya adası bu olmaz. Özə Cənubi Amerika və Afrika litosfer tağlarının ayrılmasından yaranıb. 3-ə baxaq. Azərbaycan Respublikasının ərazisində axan Tikanlı çay, Əlincə çay və Bərküşat çaylarının qidalanmasında yeraltı sular üstünlük təşkil edir, müəllimə. Bərküşat yeraltıdır. Bərgüşat Bazarçayda Həkəriyə tökülür. Özü Həkəridən uzundur Bərgüşat. Bərgüşat da yeraltıdır. Əlincə çay da ümumiyyətlə Naxçıvan çaylarının hamısı yeraltıdır. Bircə orada Gilan çaydan başqa Gilan buzlaqla qidalanır. Tikanlı çay da hansı olacaq müəllimə? Yeraltıdır da. O yeraltıdır müəllimə Tikanlı. Bilirsiniz hansıdır? Dəmiraparam çay, bir də Tikanlı çay, Türyan çayın qollarıdır. Qolları, bəli. Hə, Tikanlı çay yeraltıdır, Türyan çay yeraltıdır, amma Dəmiraparam çay qarbuzlaqdır onun qolu. Elə bilirdim qar suları ilə mən. Yox, Dəmiraparam da orada. Dəmiraparam da onu elə bilirdim. Hə. Ona görə də biz bunu doğru götürəcəyik. Sonra 4-ə baxaq. Eldar Şamı, Qarmaqbarışam, Ardısu, Saqqızalsı Respublikamızda yayılan iynə yarpaqlı ağac növləridir. Mənim bu doğrudur. Saqqız ağacı amma xeyr. Mən bu burada Saqqız ağacı enli yarpaqlı olar. Özü Sultanbud meşəsində Ağdamda. Onu enli yarpaqlı deyəcəksiniz, iynə yox. Ona görə 4 yanlışdır. 5-ə baxaq. Respublikamızda günəş radiasiyanın illik miqdarı %20-160 kilokalori. Bu düzdür müəllimə? Bəli. Yüksəkdə Naxçıvandadır 160. Bəli. Azərbaycanın Milmuğan, Qarabağ düzlərində irriqasiya eroziyası daha intensivdir. Bu da doğru götürmək olar da müəllimə. Çünki irriqasiya nədir? Suvarmadır da, suvarma. Ərazilərin suvarılması. Ona görə 3, 5, 6 sualın doğru cavabıdır. 14-ə baxaq. Dağ hündürlüklərini bilmək lazımdır. Müvafiq olaraq relyef vahidlərinin hündürlüyünə görə azalmasına görə Belə hündürlüklərini bilək ki, sonra azalmasına görə qruplaşdıraq. Çoxdan azadır, yoxsa azalmasına görə. Burada böyük 127-25-dir. Dübra 2205 metrdir. Dübra.
Sonra Qoşqar nə qədər Qoşqar olacaq? 3000 nə qədərsə tam dəqiq. 3361 olacaq. Qaraburqa Qaraburqa Şəkidədir, 3471 olacaq. Buna fikir verin müəllimlər. Qoşqarda 3-ün üzərinə 3 gələndə 6, sonuna 1. Burada da Qaraburqada 3-ün üzərinə 4 gələndə 7, arxasına 1. 1. Hə, Hə, belə müəllimə. nəsə yadda saxlaya bilərsiniz. Böyük Kirsə çox asandır. Qarabağ silsiləsinin ən hündür zirvəsi Şuşa ərazisində Qarqar çayı başlayır. Hansı olacaq? 2725 metr. Bu zaman siz hündürlükləri biləndən sonra artıq azalmasına görə sıralayırıq. Ən çox olacaq 3471. Qaraburqa, Qaraburqa, sonra gəlir Qoşqar, sonra gələr Kirs, ən axırda Dübrar. Hə. Buradan da baxsanız görərsiniz, yəni 3, 2, 4, 1 olacaq C variantı. 15 müəllimə sizindir. Yenə iqlimlərlə bağlıdır. Bu iqlimlərdən sual çox düşür. Fikir vermək lazımdır. Hansı iqlim, hansı ərazilərdə yayılır? Məsələn, Lənkəran ovalığı deyərkən hansı iqlim yada düşür müəllimə? Yayı quraq keçən mülayim Mülayim iqlim. iqlimdir. Sonra Qanıxayri çayda necədir? Bunun əksidir. Burada yay deyil də qışı quraq keçən mülayim iqlim. İlk başlayaq. Yayı quraq keçən mülayim iqlim hansında olar? Bu Lənkərana oldu. Lənkərana müəllimə. Hə, Kiçik Qafqazın cənub-şərqində də yay quraq keçən var. Orada Füzuli, Xocalı şəhərlər də yerləşir yay quraq keçən mülayim iqlim. Bəli. Biri Lənkəran ovalığı, biri aid etdiyi A ilə C-ni, sonra 2-yə nə aiddir? 2. Yayı quraq keçən soyuq iqlim. Bu həm Bu Naxçıvana Talış aiddir. dağlarında var. İndi burada Talış verməsə Naxçıvanı veriblər. Naxçıvanın orta dağlığında. Bəli. Burada yağıntıları bərabər paylanıb Böyük Qafqazın cənubi yamacında var müəllim. Bəli. Heç. Zaqatala Lahıç tərəfdə, Şəki Zaqatalada təbii ki, yağıntıları bərabər paylanan mülayim iqlim var. Sonra üzərində yalnız bu ərazidə, başqa heç bir yerdə yox. Bol yağıntılı soyuq iqlim. Yalnız buradadır. Bir də Dağlıq Şirvana da bir hissəsi düşür. Onu da deyə bilərik, yəni istisna kimi. Amma Kiçik Qafqaz vilayəti olsun, yəni o baxımdan Naxçıvan vilayətində, Lənkəran vilayətində bol yağıntılı soyuq iqlimi görə bilməzsiniz. Quba Xaçmazda da görə bilməzsiniz. Sonra oldu müəllimə. Burada necə olacaq? 1-ə AC, 2-yə yayı quraq keçən soyuq Naxçıvandır, 2-yə D olacaq, 3-ə də bərabər yağıntılı Böyük Qafqazın cənub yamacı, yəni dediyimiz o Zaqatala tərəf. Orada da aid olacaq. Yəni 3-ə də B. 3-ə də B aid olacaq. Sağlaşıram müəllimə sizlə. 16-cı sualı kim izah edə bilər? Sağ ol müəllimə. Buyurun Fatimə müəllimə. Baltik dənizinin içərisində qəşəng 2 dənə ada var. Biri Estoniyanındır, biri də İsveçindir. Bu adaların adını deyə bilərsiniz? Olan adını bilmirəm. Danimarkada kimi bilirəm. Zelandiyadır, paytaxtı yerləşir. Doğrudur müəllimə. Kopenhagen. Demək biri Danimarka olar. Onda Danimarka olmayanları çıxaq da variantlardan. Qaldı A ilə C. 2. Finlandiya o tərəfdə yerləşmir. Götürmərik ona görə. Ay sağ ol. Bura amma Latviya var axı burada 2 və İsveç. Və Latviya bizə uzaq olar deyəni 2-yə biz Latviyanı götürməzsiniz, düzdürmü? İsveçi götürərsiniz. İsveçin Gotland adasıdır. Baxın, Gotland. Gotland adası İsveçindir. Bu 3 isə hansı ölkəyə aid olacaq? Estoniyaya. Ural dil ailəsinə mənsub yanaş şist ehtiyatı ilə fərqlənən dünyada, yəni Estoniya həm Avropa İttifaqına, həm də NATO-ya üzv olan ölkələrdir Latviya, Litva, Estoniya. İndi burada aid olacaq Sarema adası. Bu həmin adanın adı. Miksçilərə lazımdır. Sertifikasiya müəllimləri belə baxmasınlar bu tərəfə. Sarema adası. Sarema adası da olacaq. Estoniya Riga körfəzinin şimal hissəsində yerləşir. Estoniya məxsusdur. Cavab A variantı olacaq burada. Keçək indi növbəti suala, 17-ci sual. Tərəfində yerləşirlər, düzdür. Həm Çili, həm də Car cənub yarımkürəsində yerləşir. Bir dəqiqə müəllimə. Demək, bizə nə lazımdır? Bizə Çili və Cara aid oxşar xüsusiyyətlər, ümumi əlamətlər. Buyurun. Cənub yarımkürəsində yerləşir. İfadə doğrudur. Bəli, hər ikisi cənub yarımkürəsində yerləşir. 2. İnkişaf etməkdə olan ölkələrdir. Səhvdir. Çili inkişaf etməkdə olan ölkədir, amma Car inkişaf etmiş ölkədir. Afrikanın tək inkişaf etmiş ölkəsidir. Daha sonra 3. Günəşin ildə 2 dəfə zenitdə olduğu məntəqələr mövcuddur. Düzdür. Carda da, Çilidə də tropik xətti keçdiyinə görə ildə 2 dəfə zenitdə olan ərazilər var.
Yəni Daha sonra tropik 4 xətti aralıq kəsir deyə həm tropik işıqlanmaya düşür bir ərazinin bir hissəsi, həm də mülayim işıqlanma qurşağına düşür. Demək tropik işıqlanma qurşağında da günəş ildə 2 dəfə zenitdə ola bilər də. bəli. Hı. Daha sonra aralıq dənizi iqlim tipi müşahidə olunur. Düzdür. Hər ikisinin qərb hissəsində aralıq dəniz iqlim tipi var. Daha sonra geotermik pillə böyükdür. Səhvdir. Çilidə geotermik pillə kiçik olar. Çünki ora zəlzələ bölgəsidir. Daha sonra 6 federativ inzibat ərazi quruluşuna malikdir. Səhvdir, heç biri federativ deyil. Aha. Adı nə idi? Superpit. Superpit. Ha. Aha. Superpit. 18 izah edin müəllimə. Gözəl çaydır bu çay. Bəli, bu Parana çayıdır. Parana çayına aid olanları istəyir. Deməli, bir mənsəbində estuar yaradıb, düzdür. Burada La Plata körfəzinə töküləndə estuar yaradır. Daha sonra 2 qolları üzərində Anhel və Iguasu şəhərləri var. Iguasu düzdür, amma Anhel şəhərləsi Orinoco çayının qolunun çurun üstündə yerləşir. Səhvdir Anhel. Daha sonra 3 hövzəsində çöllər, savanna seyrəltmişlər formalaşmışdır. Düzdür bu da. Daha Bəli. sonra 4 Qırmızı qara torpaqlar, çöl deyərkən qırmızı qara torpaqlardır. Həmin o savanna seyrəkdə subekvatorialındır. O da Braziliya yaylası Kamposdan. Oradan başladığı üçün həmin təbii zona var. Sonra? Kampos və Kıbrısdan keçir. Daha sonra cənub tropik xətti ilə kəsişir. Düzdür, cənub tropik xətti kəsir bu çayı. Ondan sonra deyir mənsəbində Onda demək olar da müəllimə hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Bəli, 2 işıqlama qurşağında yerləşir. Tropik və mülayim. Bəs müəllimə cənub tropikini 2 dəfə keçən çayın mənsəbi hansı ölkə olacaq? Limpopo idi. Limpopo çayda Zambezi çayının mənsəbi hansı ölkədirsə, Limpopo çayının mənsəbi də həmin ölkədir. Necə? Mozambik. Bəli, Mozambikdə Mozambik. yerləşir. Bəli, Mozambikdə. Sualın artıq cavabı hazırdır, amma digərlərini də oxuyaq. 5, 6. Mənsəbində mülayim kontinental iqlim tipi səciyyəvidir. Yox, burada desən subtropikin bərabər rütubətlisi olmalı idi. Tamamilə doğrudur. 6. Bolsuzluq dövrü iyun-avqust aylarına təsadüf edir. Səhv də əksinə olar burada. Dekabr, Çünki yanvar, fevral aylarında Bəli. olacaq. Yuxarısı Bolsuzluqdur. savanalar. Savanalarda əksinə olur. Dekabr, yanvar, fevralda olur. Cənub yarımkürəsindən söhbət gedir. Burada da 1, 3, 4 B variantı sualın doğru cavabı da 19-a baxaq müəllimə. Çayın 10 saniyədəki su sərfi 3750 kubmetrdir. Çayın 250 sutka müddətinə axıdacağı suyun həcmini kub kilometrlə hesablayın. Deməli 10 saniyədəki 3750-dirsə, bunu bölərəm 10-a, 1 saniyədə nə qədər axır onu taparam. Bu da eləyəcək 375. Daha sonra 375-i də vuracam oradakı vaxt nə qədər müddətsə o qədəyə. Deməli 375-i vuracam 60 saniyəyə. Müəllim elə Daha sonra 31,5-ə vurub 1000-ə bölmək olmaz. Bəli, elə də eləmək olar, bəli. Eləmək olur. Yəni 1 illik su sərfini tapmış olacaqsınız. Buradan alacaqsınız neçə? Hesablayın müəllimlər. 375-i vurun 31,5-ə bölün 1000-ə. Neçə alırsınız? Mən hesablayım. Bir dəqiqə. Yəni bunu başqa cür də eləmək olar. Deyərsiniz Siz müəllim. sonra mən edeyim. Bundan sonra siz deyərsiniz bu yoldan sonra. Edək. 11,8 Hə, edir. 11,8 aldıq. Demək müəllimə, bizə 1 illikdə 11,8, amma bizdə neçə gün istəyir sutkanı istəyir? 250 gün istəyir. Demək 250 gün istəyirsə, əgər biz tapdığımız 11,8 1 ildir də 365 gündür. 365-ə əgər 11,8-dirsə, görəsən 250 günə nə qədər olar? Bu zaman sualımızın artıq cavabını tapmış oluruq. Siz necə edəcəksiniz müəllimə, Fatimə müəllimə? Mən 375-i vurmuşdum 60 saniyə, sonra 60 dəqiqə, onu vurmuşdum 24 saata, sonra da vurmuşdum 250 günə. Vay, ürəyim çəkildi müəllimə. Amma belə tapa bilərsiniz də o tapdığınızı elə 31,5 bilirsiniz də dərslikdə keçir də bu. En kəsiyi. Bəli. Hə, onu elə 31,5-ə vurub 1000-ə bölsəniz artıq bu 1 ili tapmış olursunuz. Sonra da 365-ə bunu götürün, onu sizdə neçə gün istəyirsə aşağıda da həmin günü yazasınız. 250 istəməz, bəlkə 150 istədir. Bax bu formada geçsəniz tapa bilərsiniz. İndi isə Ramilə müəllimə digər yolu izah etsin, keçək növbəti məsələyə. Daha doğrusu tapşırığa. Elə mən də o müəllimə deyən kimi sadəcə olaraq mən bir sutkada 86400 saniyə var da. Aha. 86400-ü vururam o 375-ə vururam 250-yə. Kub kilometrdirsə 9 dənə də 0-ı silirəm, avtomatik rəqəm çıxır. Aha.
Hə, indi Yəni hansı 86.400-ü müəllimə mən yadda saxlamışam. Belə yadda saxlamayanda hə, həmin vaxtı çətin. Yəni bir sutkada 86.400 saniyə var. Ona görə müəllimə? Buyurun. Respublikamızın ərazisində Hı -hı. bəli, müəllim. Respublikamızın ərazisində axan çayların mənsəblərinin hündürlüklərinin artma ardıcıllığını müəyyən edin. Deməli, burada birinci Vəlvələ çayını götürəcək. Ən aşağıda olan odur. Xəzər dənizinə tökülür. Ümumiyyətlə müəllimə bir qayda Ə, kimi deyim bir cümlə. Xəzərə tökülən çayların mənsəbləri ən aşağı olacaq, ən yüksəkdisi Naxçıvanın çaylarıdır. Mənsəbin hündürlüklərindən söhbət. Ən hündür mənsəb olan çaylar Naxçıvanın çaylarıdır, Xəzərə tökülənlər isə ən aşağıdır hündürlüyü. Bəli. İndi buradan yol alaraq cavabı tapaq. Bəli, şərqdən qərbə tərəf gedəcəkdir. Vəlvələ çayı gəlir, ondan sonra Araz çayı gəlir. Vəlvələ. Sonra Araz Daha sonra gələcək. e, Deməli Tərtər çayın hündürlüyü Arazdan çoxdur. Tərtər çayın hündürlüyü, mənsəbin hündürlüyü Arazdan çoxdur. Bəs Tərtərdən hündür hansı olar? Naxçıvana Tərtər gedir yoxsa Həkəri? bəli, Həkəri olacaq, Həkəri sonra ən Əlincə çayı. hündürdə çünki Əlincə, Naxçıvan çayları. Elə burada müəllimə, Naxçıvanın ən hündür olduğunu bilsək, sonu 2 ilə qurtaran hansıdır? Bir dənə D variantıdır da burada. Elə avtomatik D variantını tapmış oluruq. Araz çay sahilində yerləşən rayonlar. Araz çayı sahilində yerləşən inzibati rayonlar. Ordubad, Naxçıvanın Zəngilan, bütün rayonları yerləşir Şahbuzdan başqa. Bəli. Bir dənə onu yadda saxlayırıq. Yəni Ordubad da Naxçıvana aid olduğu üçün biz onu götürəcəyik. Zəngilan. Ağcabədi yerləşmir də Araz. Yox, Ağcabədi yerləşməz, ona görə çıxarıq da bu Ağcabədiləri. Bəli, Ağcabədində bir Göyçayda yerləşmir, onu da çıxırıq. Mhm. Laçın da yerləşmir, onu da çıxırıq. Burada elə Göyçay. qalır birinci A variantı. Laçın. Ordubad, Zəngilan. Bəs Yemişli. B-də Şahbuz dedim ha, indi dedim. Naxçıvanda bircə Hə, Şahbuz. Bax Şahbuz da buradan çıxarsınız. Düzdürmü müəllimə? Müəllimə, Hə. ona görə. Birindən Şahbuzu çıxdım, birindən Ağcabədini, birindən Yevlax da Göyçayı. yerləşməz. Yevlax da yerləşməz. Yevlax da yerləşmir, bəli. Birisində yenə Ağcabədi var idi, onu da çıxdım. Burada Şahbuz, Deməli- Şərqub yerləşər. Amma Şahbuz yerləşməz. Aha. Bəli. İmişli Burada yerləşir, deməli- Beyləqan yerləşir, İmişli yerləşir. Hə, Bəli. ona görə bunları çıxmadıq. Sabirabad da yerləşmir də müəllim. Hə, Sabirabad Kürü görür. Yox, yerləşir. Arazı İmişli, Saatlı, Sabirabadı keçir. Kürdə, Araz da Hə. bunlar görəcək. Kürdə birləşir. Hə, Hə. belə Sabirabadda birləşir. Hə, Birləşirlər. müəllim, bəli. 22-yə baxaq. Aha. Şimal və şərq yarımkürələrində yerləşən səhraları müəyyən edin. Şimal, şərq bu tərəfdə. Deməli müəllim, A variantında Böyük Qumlu, Harda Bu yerləşir şimaldadır. Böyük Qumlu? Avstraliyada. Avstraliya ekvatordan aşağıda yerləşir axı. Deməli cənub yarımkürəsinə düşəcək. Bizdən də şimal yarımkürəsində yerləşən səhraları istəyir. Ha, Hə. Böyük Qumlunu çıxdıq. Sonra Kalahari səhrası Car, Namibiya və Botsvana ərazisində yerləşən cənub yarımkürəsində ən Hə. çox qum diyunlarının olduğu səhradır. Bu da çıxılacaq. Bəli, Namib səhrası da cənubdadır, amma Böyük Nubiya Viktoriyada desəm müəllimə, çıxmaz. Nubiya ilə Namibi bəzən müəllimlər qarışdırır. Nubiya, bir də Namib. Bir Afrika. Hə, Nubiya yuxarıdadır. Amma bəli, Namib isə şimalda. aşağıda olacaq. Namibiya, o Bengel-Cərənin Namibiya səhrasına təsir göstərir. Namib səhrası odur. Deməli müəllim, bir variantından da Viktoriyanı, Böyük Viktoriya Avstraliyadadır, onu da çıxırıq. Böyük Viktoriya səhrası müəllimə Avstraliyadadır. Avstraliyada cənub aşağıda yerləşir. Bunlar hamısı demək olar ki, cənubdadır. B-də nəyi çıxardınız Bəli. müəllimə? Burada sonra müəllim, C-də Muxavini bilmirəm. B-də hansını çıxardınız? B-də çıxarıq Kalaharini. Aynen, Kalahari, Böyük Viktoriya yəni bunlar çıxdınız. Amma Qaraqum Tar Avrasiyadadır. Onlar bəli, şimaldadır. Tar Hindistan, Pakistan sərhədində yerləşir. Qaraqum da bilirsiniz Türkmənistanda. Türkmənistanda, hə. Dünyanın Bu ən Qızılqum uzun suvarma kanalı Qaraqum. Kanalı O Qaraqumdur, da bəli, elə müəllim. Türkmənistan ərazisindədir. Beni də çıxdıq C-yə baxaq. Sonra C-də Qızılqum Qazaxıstandadır. O C-də yuxarıdadır, şimalda. Nubiya Afrikadadır. Şimaldadır. cənubda. O Namibdir müəllimə. Aşağıda Namibdir. Nubiya yuxarıdadır. Təklə məkan Çindədir. Muxavini bilmirəm. müəllim. Moxave bilirsiniz hardadır müəllimə? Orada. Moxave yerləşir Şimali Amerikada. Moxave Sonor səhraları, özdə Moxave səhrasında İvan Pasolar yerləşir. Günəş elektrik stansiyası. Müəllimə, Dedə Atakama Təklə səhrası məkan Çində. cənubda olan. Hə. Kalahari yenə çıxarsınız buradan müəllimə. Kalaharini çıxırıq. Rubəlxali yenə Böyük buradan. Nəfut harda yerləşər?
Onlar Avrasiyadadırlar. Böyük Yəni Nəfud, Ərəbistan Kiçik Nəfud. yarımadasında yerləşəndir də. Rübəlxali, Ərəbistanda. Böyük Nəfud, Kiçik Nəfud. Bəli. Atakama Sonra Gobi, səhrası Atakama hardadır? şeydədir. Cənub Çilidə yerləşərdi, düzdür? Atakama səhrası. Hə, o da hardadır? Ekvatorun aşağıda cənubdadır. yerləşir, cənubdadır. Bəli, Qaldı cənubdadır. təkcə Y variantı. Gobi. Gobi Çindədir. Çin və Liviya Monqolistan. Çin və Monqolistan sərhədində yerləşir. Liviya yuxarıdadır. yuxarıda Afrikada, Rübəlxali də bayaq Səudiyyə Ərəbistanda, Böyük Nəfud, Kiçik Nəfud da Səudiyyə Ərəbistanda. Mənim Y variantıdır indi burada. Rübəlxali, Gobi, bəli, Y variantı şimal-şərqdə yerləşən səhralardır. Bəli. Bayaq Moxa və Sonor dediniz, onlar qərb yarımkürəsində yerləşən səhradır. Amma şimalda olsalar da qərb yarımkürəsində deyə biz Moxaveni götürmədik. Bizə lazımdır şimal-şərq. 23-ə Bəli. baxaq. Şəkil sxemdə Böyük Asandır bu da Qafqaz müəllim. dağlarında mövcud olan azonal landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi verilmişdir. Hansı landşaft tiplərinin yerlərini dəyişsək doğru ardıcıllıq müəyyən olunar. Deməli, müəllim, birinci yarım səhradır, ikinci quru çöllər, Aha. üç dağ meşələri. Dağ meşəsi Müəllim, dağ çöl gəlib. dağ çöl. Əgər burada Talış dağları desəydi, o zaman dağ meşənin üstündə dağ çöl gələ bilərdi. Axı burada Böyük Qafqaz deyir. İstər Kiçik Qafqaz, Bəli. Böyük Qafqazda gərək birinci Bəli. çöl, birinci Deyim, dağ deyim. çölü gəlsin, sonra üzərində meşə gəlməlidir. Meşə gəlsin, bəli. Burada Bu üçlə səhvdir, dörd, bu 3-lə 4-ün yerini dəyişmək lazımdır. bəli. Başa düz. Dağ Mənəbət hansı yerdədir? Əvvəlcə dağ meşə gəlir, üstündə dağ çöl gəlir. Tərsinə. Harda oldu? Talış dağlarında. Talış dağlarında inversiyaya görə, bəli. Versiya görə. Hə. Həmişə yadda saxlayın müəllimə. Aşağıda çöl gəlir, sonra meşə gəlir. Meşə çöldən yuxarıdadır. 24-ə baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, landşaft, torpaq tipi, iqlim tipi, fiziki coğrafi rəhm, Küdrü Şirvan. Küdrü Şirvanda müəllim yarım səhradır landşaft. Yarım səhrada da torpaq tipi bozqonur, boz torpaqlar ola bilər. Bu da bozqonurdur. İqlimi qışı soyuq keçən yarım səhra və quru çöl iqlimi. Bu düzdür müəllim. Axı Küdrü qışı Şirvan. mülayim keçər, qışı soyuq keçən yalnız Naxçıvanda deyilmi müəllimə? Hə, qışı soyuq. Yarım səhranın Qışı- 2 dənə tipi var müəllimə. Qışı soyuq keçən yarım səhra, bir də qışı mülayim keçən. Azərbaycanın çox yerində qışı mülayim keçəndir. Soyuq keçən, burada verilən Naxçıvan ərazisini yada salın, özü aşağı hissəsində, Şərir Ordubad düzündə. Əslində bu iqlimdən Talış dağlarının yuxarı hissələrində də var. Bu qışı soyuq keçən yarım səhra. Yəni 2 dənə yerdə var. Vilayət olaraq Lənkəran vilayəti və Naxçıvan vilayətini götürərsin. Serofilər zətlər. Və ona görə biri biz yanlış dediyinə görə götürmürük. 2-yə baxaq. Burada 2-də deyir dağ, çöl, landşaft, torpaq tipi şabalıdır, iqlim tipi qışı quraq keçən mülayim isti iqlim, Qanıq Əyri çay. Qanıq Əyri çay da düzən çəmən meşədir də məncə, dağ çöl deyil. Yox, ola Hə. bilər əslində, amma qışı qura iqlimi düz verib ərazinin, amma dağ çöllərdə müəllimə qara torpaqlar olmur. Qara torpaq, Hə, dağ burada çöl, şabalıdı çöldə. torpaq. Burada şabaldı torpaq verib, ona görə Şabaldı yanlış verib. götürərik. Hə, Sonra bəli. 3-ə baxaq. Sonra meşə çəmən, alüvyal çəmən, qışı mülayim keçən yarım səhra və quru çöl iqlimi, Samur Dəvəçi. Bu tamamilə Burada da doğrudur da müəllimə. Meşə çəmən Bəli. landşaftında alüvyal çəmən torpaqlarda öz iqlimi də qışı mülayim keçən yarım səhradır Samur Dəvəçi ovalıqda. Mülayim 4-ə keçən, baxaq. bəli. Götürürük 4. Dağ çəmən, torpaq tipi də, iqlim tipi qışı quraq keçən soyuq iqlim, Zaqatala, Lahıc. Bu da Biz dağ Biz çəmən. dedik ki, bayaq Zaqatala Lajda bərabər yağıntılı mülayim isti iqlim, bol yağıntılı soyuq iqlim var. Zaqatala Lahıcda məsələn əsas iqlimlər, dağ tundra var, amma qışı quraq keçən soyuq iqlim Şahdağdadır müəllimə. Böyük Qafqazda Şahdağ var, 4243 metr. O Quba Xaçmaz tərəfə düşür, Zaqatala Lahıca deyil. Ona görə Zaqatala Lajda bu iqlimi görə bilməzsiniz. Yəni qışı quraq keçən soyuq iqlim bir Talış dağlarında var, bir Kiçik Qafqazda var, bir də həmin o Şahdağda var, Böyük Qafqazda. Vilayət olaraq 3 dənə vilayətdə rast gəlinir bu iqlim tipinə. 4 yanlışdır. Qaldı sualın doğru cavablarını 3, 5, 6, amma 5, 6-nı da izah edək. Dağ meşə, landşaft, qonur dağ meşə, yağıntıları bərabər paylanan mülayim isti iqlim, qonaqkənd. Ha, doğrudur. Bu da- Yağıntıları bərabər paylanan Böyük Qafqaz vilayətində 2 dənə yerdə müşahidə olunur. Həm Qubada, Qusar Mali düzənliyində, həm də Zaqatala Lahıcda. İndi dedim yəni, bərabər yağıntılı mülayim isti iqlim.
Sonra 36-da da Nival, Dağçəmən. Dağçəmən, Gündüz Qapıcıqda düzdür bu da. Aha. Şeydir. Demək, Nival landşaftda dağ-çəmən torpaqları ola bilər və Bəli. Dağ-Tundra iqlimi Gündüz Qapıcıq yuxarı hissələri. İndi müəllimə sizə bir ümumi sual vermək istəyirəm. Yağıntıları bərabər paylanan mülayim isti iqlim hansı vilayətdədir? Yağıntıları necə müəllim? Yağıntıları 25-ə baxaq müəllimə. 25. 3 yarımkürədə yerləşən ölkələri seçin. Deməli, müəllim, 3 yarımkürədə yerləşən ölkələr ekvator xətti kəsənlərdir də, onlar Bir də düzdür. Greenwich gərək kəssin. O da 3 yarımkürədə yerləşir. Hə. Deməli, Burkina Faso ekvator kəsir bunu. Burkina Faso Cənubi Amerikadadır da, deyəsən o səhv eləmirəmsə, hə? Yox, Burkina Faso'dur, Gana'dır, Togo'dur, Benin'dir. Bunlar Afrikada yerləşir. Orada da Gana'dır. Aha. Bəli. Sonra, deməli, Burkina Fasonu götürürük. Sonra, deməli, Mavritaniyanı kəsmir. Xəritəyə baxıram, müəllim. Aha. Ekvatorial Malini kəsər, amma Mavritaniyanı kəsməz. Sonra, kəsmir. Sonra Somalini kəsir. Somalini bəli, kəsir. ekvator xətti kəsir. 7-ni götürəcək. Bəli. Ekvatorlar Götürürük. bir yana demişdim, sual Sonra. neçə də vermişim. Ekvator sözü olsa da, ekvator xətti kəsmir. Özü Bəli. paytaxtı da öz adada yerləşir də, bu Danimarka kimi. Hə, Bəli. 5-i götürməli. İndi bu tərəfə baxaq müəllimə. Bəli. 2 Kamerundur. Kamerunu kəsmir. Hə, heç biri Kamerun. kəsmir. Doğru. Sonra Hə, Ugandanı heç biri kəsər. Afrikadan. Ugandanı kəsir. Bəli. Bəli. Kolumbiyanı da kəsir. Cənubi Bəli. Amerika buradan. Mərakeşi isə nə tropik xətti, Mərakeşi nə kəsmir. Greenwich, nə ekvator kəsmir. heç kəsə bilməz onsuz da. Bəli. Yəni o Deməli, aha, onu götürməliyik. Cavab 1, 4, 6, 7 D variantıdır. D variantı. Oldu müəllimə, sağollaşıram sizdən 5 sual sizdən. İran, İran, Yeni Yeni Zelandiya, Zelandiya. Meksika, Argentina və CAR üçün ümumi xüsusiyyətləri müəyyən edin. Eyni dil ailəsinə mənsub olan xalqlar yaşayır. Eyni dil ailəsinə. Bu məncə düzgün deyil. Eyni dil ailəsi Baxın, İranla. İran dil qrupu, German, Roman, Hə, Roman, yəni German. hamısı Hamısı birlikdə da aiddir Hind-Avropa. Hind-Avropa dil ailəsinə. Hə, başa düşdüm. Sonra ixracatda sənaye məhsulları üstünlük təşkil eləyir. Yəni buradan belə bir Budur. qənaətə gəlir ki, burada Meksika, Argentina, Latın Amerikasında olan o dediyimiz ölkələr Roman dil qrupudur. İran isə İran dil qrupudur. Tatlı, Talışlı, Kürdü, Osetindir, Bəlucdur, Puştudur. Yeni Zelandiyada Cardır, yeganə Car Afrikada German dil qrupudur. Yeni Zelandiyanı, Avstraliyanı bilirsiniz. İnşallah. Hə, 2-yə baxaq. İxracatda sənaye məhsulları üstünlük təşkil eləyir. Deməli, ixracatda burada xam mal deyil. Burada deyə bilmərik də bunu orta xüsusiyyət sənaye məhsullarının üstünlük təşkil etdiyini, əsasən sənaye deyəndə inkişaf etməkdə olan, yəni yaxşı da inkişaf etməkdə o Braziliyadır, Qabaqcıl. Meksikadır, qabaqcıl, yəni inkişaf etməkdə. Sahilləri 2 okean suları ilə yuyulur. Yəni hamısında deyil də. Yəni məsələn İranda yoxdur. Bəli, İran olmaz. 4-ə baxaq. G20 ölkəsi. Argentina olmaz. G20 ölkələridir. Bu da Cənub-Qərbi Asiya İran- deyəndə o tərəflərə baxanda yaxın şərqə. Orada Səudiyyə Ərəbistan da G20-dir, Türkiyə də G20 üzv olan. Düzdür müəllimə? Amma İran deyil. Yəni Bunu aid etmirik. Bu da oxşar deyil, bu da oxşar deyil. Ya qaldı subtropik iqlim qurşağının olması. Bu verilən ölkələrin hər birində subtropik iqlim qurşağı varmı? bəli var. Məsələn, İranda var subtropik, Yeni Zelandiyada var. Özü də hansı hissəsində? Meksika. Şimal hissəsində. Meksikada subtropikin aralıq dənizli iqlimi var. Argentinada var həmçinin. Carda da var, 2 tip özdə var. Bərabər rütubətlisi də var, aralıq dənizli iqlim tipi də var. 1 ilə 5 sualın doğru cavabıdır. 27-yə baxaq. Tropik işıqlanma qurşağında yerləşən paytaxt şəhərlərini müəyyən edin. São Paulo paytaxt şəhər deyil. Aha, biri çıxarıq biz. Santiago, Tripoli. B, Biri C. çıxarıq, hə. Sonra Aha. deməli burada Dakar. Sonra müəllimə, burada bizə tropik işıqlanma qurşağı deyir də, düzdürmü? Məsələn, Yeni Dehli, mən dünən də göstərdim sizə xəritədə. Hindistanın paytaxtı New Delhi mülayim işıqlanma qurşağında yerləşir. Yəni ekvator tropikdən, daha doğrusu şimal tropikindən şimaldadır. Ona görə bizə lazımdır tropik işıqlanma qurşağı. 7-ni də çıxarıq variantlardan. Yalnız qalır A variantı. 4-ü də çıxırıq da Qahirə də mülayimə düşür. Müəllimə, baxın, São Paulo heç, Lusaka bilirsiniz, Zambiyanın paytaxtıdır. Zambiyanın paytaxtıdır.
Onu biz tropik işıqlanma qurşağı götürməliyik. Daha sonra Dakar Senegalın paytaxtıdır. Tropik işıqlanma qurşağına düşür. Bəndər Sərbeqavan da Kalimantan adasında yerləşən Bruneiin paytaxtıdır. Onu da biz tropik işıqlanma qurşağına aid etməliyik. Phnom Penh də verilib hansıdır? Phnom Penhdən bilirsiniz də Mekong çayı keçir, Kambocanın paytaxtıdır. Mekong çayı 2 dənə paytaxt şəhərdən keçir. Biri Laosun paytaxtı Vientiane şəhəri, biri də Kambocanın paytaxtı Phnom Penh şəhəri və yerləşdiyi, o keçdiyi yarımadanın bütün ölkələrindən keçir. Mənsəbi də Vyetnam, Çin sivilizasiyasına aiddir. Sosialist yarımada ölkəsidir. Mənsəbdə Cənubi Çin dənizidir ki, orada qalay neft ehtiyatlarını görə bilərsiniz. Coğrafi mövqeyinə görə də kənar dəniz hesabı olunur. 28-ə baxaq. 35 dərəcə şimal enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilli 6 dərəcə olan yamacında günorta vaxtı günəş şüalarının düşmə bucağı 54 dərəcə olduğunu nəzərə alaraq 22 dərəcə cənub enliyində yerləşən dağın cənub istiqamətdə meyilli 11 dərəcə olan hissəsinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Biz burada əvvəl günəşin harda zenitdə olduğunu tapmalıyıq. Deməli, 35-in üzərinə 6 gələcəyik. Yox, daha doğrusu 35 şimal enliyində yerləşən düzənliyin, hə də 35-in üzərinə 6 gələcək. Deməli 41 şimal enliyindədir də düzənlik. Yox, Hə. bir dəqiqə. Şimal yerləşən. Əksinə 35-dən çıxırıq Niyə ki, altına. müəllim 35-də şimal istiqaməti meyilli deyir. Şimala deyirsə 35-dən şimala rəqəm artarda onlar nə qədər? Hə, 41 41 dərəcə. 41 dərəcə. 41-də əgər 50-də, Aha. onda günəş harda Demək bu zenitdədir? 54 düşmə Deməli, bucağını 90-dan 90-dan 54-ü çıxarsınız. Nə qədər alacaqsınız? Hardasa deməli 36. 36 dərəcə. Düzdürmü? 36. 36 Demək dərəcə. müəllimə siz tapdığınız 41-dir, düzdürmü? 41-dən mən 36 Ondan gəlsəm 36 aşağı. çıxırıq. Hara düşürəm? 5 dərəcə şimal Bəli, enliyinə. 5 dərəcə şimal enliyini yadda saxlayırıq. Sonra ikincidə nə deyir bizə? Deyir 22 dərəcə cənub enliyində yerləşən dağın cənuba 22 cənub Orada enliyindən toplayırıq. aşağıya doğru Toplayırıq. toplamalısınız da. Olacaq nə qədər? Hə, 33 dərəcə 33 cənub dərəcə cənub enliyi. enliyi. Aha. Günəş əgər 5 dərəcə şimal enliyindəsə 33 ilə 5-i toplayırıq, 38 90 dərəcə. çıxılsın, 90-dan 33-ün üzərinə 5 gələcəksiniz. Və cavabımızı tapırıq. Olacaq 52 nə qədər? dərəcə. 52 dərəcə Y variantı. 5 şimal, 33 cənub. Topladınız, 90-dan çıxırsınız, alırsınız cavabı. 29-a baxaq. Uyğunluğu müəyyən edin. Yüksək inkişaf etmiş rayonlar. Deməli, yüksək inkişaf etmiş rayonlar ABŞ-ın Kaliforniya ştatıdır. Sonra Almaniyanın cənubu, bir də Fransanın qərbi. Bir dəqiqə. Bu da çox oldu ki. Kaliforniya ştatı, bir də ki, onlar Almaniyanın cənubuda. A ilə D biri aid olacaq. A, D. Buradan yazam. Biri A dedim. Köhnə sənaye rayonları deyərkən hansılardır müəllimə? Köhnə sənaye rayonları. Bu düşəcək ya, məktəb dərsində verib. Sertifikasiya müəllimləri, bu düşəcək sizə. Bu keçən il düşmüşdü deyəsən, abituriyentlərə düşmüşdü bu rayonlar. Mütləq öyrənin bunu. Rusiyada Ural və Volqa Ayşə, boyu, bu bir də köhnədir, bir də hansı olacaq müəllimə? Almaniyada Sar, bir də bəli Volqa boyu, Ural, bunlar olacaq köhnə. Yəni E ilə G. Sonra müəllimə aqrara hansılardır? Aqrar. Aqrar kənd təsərrüfatı, deməli İtaliyanın cənubu idi, bir də Avstraliyanın, Fransanın qərbi. Fransanın qərbi, hə. İtaliyanın cənubu, Fransanın qərbi nədir? Amma İtaliyanın şimalı inkişaf etmişdi. Əgər İtaliyanın şimalı versəydi burada onu inkişaf etmiş. Amma İtaliyanın cənubu aqrardır. Fransanın qərbi aqrardır. Yerdə qaldı yeni mənimsənmiş, bu çox asandır. Ekstremal əraziləri seçməlisiniz əsasən. Avstraliyanın səhra rayonları, bir Səhraları, yüksək dağlıq, bir də ki o şimal bölgələri ki var. Bəli, Sibir ərazisi. Rusiyanın Sibir regionu, bir də səhra rayonları da olacaq. B ilə F 4-ə aid olacaq yeni mənimsənilən rayonlar. Xüsusiyyətləri dediyi qruplaşdırmanı siz özünüz apararsınız. 30-a baxaq. Bu təşkilatlardır müəllimə, uyğunlaşdırmalısınız. Avropa İqtisadi Birliyinin üzvü. Nə deyir? Bu birincidir. Bu bir nədir? Yəni bura. Həmin yəni Böyük Britaniya olmalıdır. 2 verib buradan Norveç olmalıdır. 3 nədir? Meksika, 4 Polşa.
Gəlin yoxlayaq. Burada deyir ki, Böyük Britaniya Avropa İttifaqına üzvdür. Biz indi bayaq dedik ki, Böyük Britaniya 2020-ci ildən çıxıb. Bunu biz götürə bilmərik. Elə bundan artıq biz A variantını çıxırıq. Düzdürmü müəllimə? İndi gəlin B variantını yoxlayaq. Fransa. Bax bu 1 və Avropa burada 1 Fransa olacaq. T. Bir də Fransadır. Fransa Avropa İttifaqına üzvdür. Bəli, biz dedik ki, Avropa İttifaqına üzv olmayanlar Norveç, İslandiya, İsveç, Böyük Britaniya. Fransa aid oldu müəllimə. BMT-nin daimi üzvü. Bir də Fransaya aid aşağıya qədər. Bayaq dedik ki, Rusiya idi, Çin idi, ABŞ Aha. idi, bir də Böyük Britaniya. Bir də Fransada var da. Fransa 5 dənə üzv var da daimisi 4-ünü saydınız. Fransada var. Hə, Sonra NATO-ya üzvdür Fransa. NATO-ya bəli. Bəli, üzvdür, amma NAFTA-ya üzv deyil. Düzdür, Deyil, NAFTA-da yox. 3 dənə ölkə saydınız. İndi gəlin Almaniyanı yoxlayaq. Bax, bura Almaniyadır. Almaniyada burada Almaniya Avropa İttifaqına üzv olacaq. Bəli. Sonra BMT-nin daimi üzvüdür Almaniya. Yox. Xeyr. Görürsüz, qeyd olunmayıb. NATO üzvdür Almaniya. Hə, bəli. Bəli. NAFTA-ya da üzv deyil. Çünki NAFTA-ya üzv olanlar Şimali Amerika materikində 3 dənə ölkədir. İndi keçək 3də Kanadanı. Bax, burada Kanadanı yazaq. Sonra Kanada Avropa İttifaqına üzv ola bilər müəllimə? Xeyr. O Avropada Yoxdur. deyil. BMT-nin daimi üzvüdür. Yox, BMT-də də Çünki dedi deyildi ABŞ-dır daimi. orada. Orada ABŞ idi üzv. Sonra NATO üzv olacaq. Hə, Bəli. bir də Çünki NAFTA-ya da üzv. Şimali Amerikada həm NATO-ya, həm NAFTA-ya üzv olan 2 dənə ölkə var. ABŞ-la Kanadadır. ABŞ, Kanada həm NAFTA-ya üzvdür, həm də NATO-ya üzvdür. Amma NAFTA-ya üzv olan Meksika NAFTA-ya üzv olsa da NATO-ya üzv deyil. İndi gəlin burada yoxlayaq İspaniyanı indi. İspaniya Avropa İttifaqına üzv olar. Bəli. Üzv olacaq. BMT-nin daimi üzvü deyil. NATO-ya üzvdür. Amma NAFTA-ya üzv deyil və bu variantları bu cür yoxlamaqla biz artıq taparıq da cavab hansıdır. Yəni burada B uyğun gəldi hər birinə. Bütün təşkilatlara deyə bilərik B variantı. Oldu müəllimə, sağollaşıram sizlə. Sağ olun. Sağ olun. 31-i kim izah etmək istəyir? Buyurun müəllimlər. Ayşə müəllimə, buyurun. Bəli, müəllim, elə onu deyəcəkdim. Hə. Deməli, xəritə çıxımlarda verilmiş A və B ölkələri üçün ümumi əlamətləri müəyyən edin. Biri Filippinə oxşuyur. Filippindir, o birisi Yeni Zelandiya olar yəqin. Düz dedim ölkəni. Hə, bir A Filippindir, B də Yeni Zelandiya. Düz deyirsiniz Yeni müəllimə. Zelandiya olar. Aha. Birində fəaliyyətdə olan vulkanlara rast gəlinir. Hər ikisində var. Hər Burada ikisi üçün hansı deyilsə, vulkandır? Burada hansı vulkandır? Ruapeli. Burada hansı vulkandır? Yəni belə deyək, 1, 2, 3. Aha. İndi rəqəmə uyğun deyin. Bir də Ruapeli vulkandır. İki də deməli yuxarıda Luson adasında Pinatubo idi deyəsən. Düzdür. 3-də Mindano adası da hansıdır? Üstə Apo vulkanı. Apa vulkanıdır. Özdəki Yeni Zelandiyanın paytaxtı Wellington da burada yerləşir. Filippinin paytaxtı Malada. Manilada və burada Luson adasında Luson yerləşir. adasında. Luson yuxarıdadır. Pinatubo vulkanı da həmin adada yerləşir. Asiya İnkişaf Bankı da Filippinin paytaxtı da Filippinin Luson adasındadır. Aha. Bəli. Manilada. Biri doğru götürərik, İşte- değil mi? Bir olmayanları Aha. çıxart bildi. Aha. Sonra Günəşin zenitdə olma hadisəsi müşahidə olunur. Filippin tropikdə var. Yeni Zelandiya aşağıdadır. Yeni Zelandiyada yoxdur mənim. doğru deyirsin Birində var, müəllimə. birində yox. Aha. Sonra Birində 3-ə var, baxaq. İnkişaf etməkdə olan ölkələrdir. Filippindir, bir də Yeni Zelandiya etmişdi, Filippin etməkdə olandır. 3-ü Bunu da götürməli. çıxdı. Sonra ASEAN təşkilatına üzvdür. Yenə biri üzvdür, biri üzv deyil. Filippin Filippini üzvdür, götürə amma Yeni Zelandiya Amma üzv Yeni deyil. Zelandiya üzv deyil. Bəli, sahilləri sakit okean suları ilə yuyulur. Hər ikisini deyəcəyim burada. Bəli, hər ikisi Beş sakit var. okean olacaq. Sonra Geotermal enerji potensialına malikdirlər. Burada 1, 5, 6 bir dəqiqə mənim inkişaf etməkdə olan. Belə 6 geotermal götürə bilərik də Filippinlə, bəli, Yeni 3-ü Zelandiya. olmaz. İnkişaf etməkdədir. Zelandiya inkişaf Oradan etmişdi çıxdı, yeni. bəli. Ha, ona görə Y variantı qalır da. Geotermal enerji Beş, altı, potensialına bəli. malikdir. 32-yə baxaq müəllimə, əhali məsələsidir. Ölkə əhalisinin hər 1000 nəfərinə doğulanlar 20 nəfər, ölənlər 6 nəfər olmuşdur. İl ərzində doğulanların ümumi sayı 240 min nəfər olduğunu nəzərə alıb, ölkə əhalisinin ümumi sayını hesablayın. Deməli, 1000 nəfərə 20 nəfər doğulan, ölən Bizə 6 nə deyir bura? nəfərdir. Doğulanlar 20-dir. Yəni İşte 1000-ə doğulanları. 20-dirsə, bizə nəyə sonra deyir ki,
Yenə doğulanlar 240 1. minə qədər. Ölənlərlə 240 işimiz minə yoxdur. qədər. Ay sağ ol, bəli. Bəli. 240-a x götürəcəksiniz. Buna oxşar bir dəfə də etmişik. Bu zaman Bəli, bəli. tənasüb tapılır. 240 mini də böləcəyik Hə, 20-yə. 12 120 olacaq. 12 milyon. 12 min. Hə, 12 min. 12 milyon olar. 1000, bir də 1000 yazılır burada. 3 sıfır var. 1000 olduğuna görə də bəli milyon Hə. götürəcəyik. Sonra 33-ə baxaq. Deməli, Respublikamızın ərazisində yerləşən palçıq vulkanlarını müəyyən edin. Palçıq vulkanları. Bir dəqiqə mən burada Baxın, elə bayaq D-dən danışdıq. məsələn bildiklərimizi çıxaq mən buradan. Hə, D-dən hə, pəri heç çınqılın bir- çıxaq. C-dən ay çınqılın çıxaq. D-dən pəri çınqılı çıxsaq, ay çınqılı çıxsaq, Torağay, Keyrəki, Kənizdə, Axtarma Paşa. Yəqin A qalır. Bəli. Bax Qızılboğazdır, Pəriçınqılıdır, Axar-Baxardır. Bunlar Gəlin olacaq Qayadır, Ay Çınqılıdır. sönmüş vulkan yaylada. Qızıl Gəlin Qaya, Qayadır. Ay Çınqılını çıxarsınız buradan. Buradan da yenə də Pəriçınqılı, Qızıl Qaya, Gəlin Qaya. Pəri Çınqılı, Gəlin Xarmaş Qaya. təpə də yenə də vulkanik yayladadır. Bunu da çıxarsınız. Ay Çınqılını Qaldı çıxarsınız. altı. Amma Otman Bozdağ, Torağay bunlar palçı vulkandır. Amma bütövlükdə A variantı sualın doğru cavabıdır. 34-ə baxırıq müəllimə. Ələt Culfa Dəmiryolu Gəlin. xətti hansı inzibati rayonda Araz çayı ilə kəsişir? Hə, burada Sabirabad, Saatlı, İmişli. Bunu Burada burada hansı Saatlı, olacaq? ya Saatlıda ya Sabirabad. İkisindən biridir. Burada saatlı Saatlı, olacaq. saatlı götürəcək, yəqin Bəli, sondur. C Saatlı. variantı. Saatlı. Sonra 35 35-ə oxuyum mən. baxaq. Azərbaycan Respublikasının regionlarında müxtəlif növ emal sənaye müəssisələrinin fəaliyyətə başlanması səbəb olar. Aha. Deməli, müxtəlif növ emal sənaye müəssisələrinin fəaliyyətə başlanması. Təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə və fəaliyyətə başlayıbsa, yəqin bu uyğun gəlir. 1. Təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə. Nə demək istəyir bu yəni? Region Yəni deyir emal sənayesi fəaliyyətə başlasa. Yəni birdə nə demək istəyir? Təbii ehtiyatlardan daha səmərəli. Yəni xam mal hasil olan yerdə emal edilərsə, daşıma xərcləri də azalar deməkdir. Ona görə müsbət cavabları götürməliyik. Biri bəli, doğru müsbət götürəcək. məntiqlə müsbəti götür. Bəli, regionlarda mövcud olan işçi qüvvəsinin Bakı şəhərinə daha çox gəlməsi bu yaxşı bir hal deyil. Ona görə bunu götürməmək daha Məsələn, yaxşıdır. müəllimə, əksinə, əgər regionlarda zavod, götür. fabrik açmaqla yerli əhali üçün iş imkanları yaransa, Bakıya doğru daxili miqrasiya azalar da, asan azalar. Gəlməzlər də. 3-ə baxaq. Yəni bunu götürmürük də, onu Yox, demək yox, istəyirdim. götürməzsiniz. 3-ə baxaq. Aha. Daha çox çeşidli məhsul istehsalına bunu götürərik. 1, 3. Aha, yaxşı xüsusiyyətdir. Sonra Xarici ölkələrdən ixal olunan hazır məhsul artmasından niyə xarici ölkədən ixrac eləyək ki, özümüzdə emal sənayesi yəni varsa? daxildə əgər emal sənayesi yaxşı inkişaf etsə, yerli tələbat daxili istehsal hesabına ödəniləcək də. Bu da idxaldan asılılığı azaldar. Ona görə bunu da Azaldar, bir bəli. necə deyirlər, artmasına deyirsə bu Götürün. yanlışdır. Aha, 5-ə baxaq. Yanlışdır. Amma əhalinin həyat səviyyəsinin yüksəlməsi yaxşı əlamətdir, götürəcəyik. Bəli, bəli. 5. 6-ya Məntiq baxaq. mövzudur. İqtisadiyyatın neft sektorundan asılılığını artırmağı bu Niyə ki, Holland gəlmir. sindromu bizim başımıza Asılılıq gəlsin ki? Holland sindromu. Orada qazdan asılılıq idi. Bizə neftdən niyə Burada asılı neftdən olsun ki? asılı. Əksinə emal sənayesi Bəli. inkişafı ilə neftdən asılılığı azaltmağa Azaltmaq nail olar. olarıq biz. Bəli, Hə, nə 1-3-5. B variantı. Bəli. 36-ya baxaq müəllimə. 18-ci saat qurşağının orta meridianı və çevrəsinin uzunluğu 2088 kilometr olan paralel xəttin kəsişməsindən 3348 kilometr şərqdə yerləşən məntəqədə yerli vaxtla saat 11:00 olarsa, bu zaman 4-cü saat qurşağının orta meridianı üzərində yerli vaxtla saat Bir 18-ci saat qurşağının orta meridianı tapın müəllimə. deməli 24-dən 18, 6, 6-dan 15-ə 90 qərb uzunluğu. 90 qərb uzunluğudur. Sonra paralel çevrəsi deyirsə burada 2088 paralel xətt. Nəyə bölərsən onu? 360-a. Neçə 360-a taparsın? bölərik. Tamam, bölməmişəm hələ. Dən bölüm. Bölün. 55,8 eləyir. Abi 55,8. İndi bir Orada dəqiqəmiz bizim 55,8-dirsə, görəsən neçə dərəcə 3300 bu müəllim bunun 8 eləyər. 90 qərb uzunluğu 60 şimal enliyi eləyir bu. Bu, Şey, yəni meridian bəli, bu məntəqə. 90 dərəcə qərb uzunluğu eləyir. Bir də 55,8 60 şimal enliyi düşür. Onu bilmək 60 dərəcə, bəli, 60 dərəcə eləyir, 60 dərəcə. Bu burada 60 dərəcə taparsınız. 3348-i böləcəyik 55,8-ə yəqin ki. Orada neçə dərəcə getdiyin 3348-i şərqə doğru. 55,8-ə böləndə 60 dərəcə tapacaqsın müəllimə. İndi 90 90-dan da 60 90 qərb uzunluğundan siz indi 60 nə deyir? Şərq gedir. istiqamət, şərqdə deyir də yerləşən. İndi 60 getsəniz dərəcəni tapdınız siz. Hansı uzunluğa 30 gəlirsiniz? 30 qərb olar 30 bəlkə. şərq. Hə, 60, hə, 30 qərb 30 uzunluğu. qərb olacaq. Hə. Sonra bizə nə istəyir? Burada deyir. Burada Deyir bir ki, burada saat əgər 11-dir. saat 11-dirsə,
Hə, Bəli. 11-dir. Yəni 30 qərbdə saat 11-dirsə, 4-cü saat qurşağın orta 4-ü də meridianı 15-ə saatı. böl. 4-cü saat qurşağın orta 60 meridianı nə şərq. qədər olar? 60 şərq uzunluğu. 60 şərq uzunluğu. İndi baxın mənə, burada 30 qərbdə tapdıq ki, 11:00-dır. Düzdürmü? 60 şərq, şərqdə soruşaq Arada ki, neçə saat dərəcə neçədir? fərq var? Arada 30 qərb, 90, 60 şərq. 96 saat fərq var müəllim, 6 Maşallah. saat. 11:00-ın üzərində 6 gəlir neçə alarıq? 17 normal. 17:00 alarıq, D variantını tapmış olarıq. Bunun sürətləndirilməsi üçün görülməsi vacib olan tədbirlər. ÜDM-də yerli şirkətlərin payının artırılması, bayaqkı kimi müsbət cəhətlər götürəcəyik, bunu götürmək lazımdır. Yəni nə deməkdir müəllim Deməli, demədə yerli şirkətlərin payının artırılması? daxili məhsulda yerli şirkətlər olur, bir də xarici şirkətlərin ölkədəki belə deyim qazancı. Yerli şirkətlərin payı artarsa, təbii ki, ölkə üçün daha əlverişlidir də. Yəni xaricilərdən çünki xariciyə Yəni vadiri gəlir. milli olsa, məsələn, güclənsə xarici asılılıq azalar, daxili istehsal stimullaşdırılar da. Yəni bu, yəni daha çoxalar istehsal. Ona görə bunu biri doğru götürərik. Sonra Bəli. Ölkə daxili miqrasiyanın iqtisadi üsullarla tənzimlənməsi. Bu yaxşı belə deyim düşüncədir. Çünki ölkə daxili miqrasiya məsələn indi hamı paytaxtda üst tutur da. Bir də var ki, bu ölkə daxili miqrasiya iqtisadi üsullarla, yəni iqtisadi cəhətdən başqa-başqa regionlarda yerlər Məsələn, açılsa, ay bu sağ tür ol, bəli. tənzimlənmə, Bəli. bu daha yaxşı olardı. Regionlarda iş yerləri Bunu açmaqla tənzimləyirlər. Yəni artıq paytaxtda və digər böyük şəhərlərdə əhali həddindən artıq sıxlaşmasının elə bil qarşısını almaq üçündür də. 3-ə baxaq. İqtisadi rayonların sayının azaldılması, bu yəni yaxşı bir şey deyil də, nəticə Xeyr, yaxşı olmaz. götürməli. Sonra Kənd təsərrüfatı otlaqlardan deyil, yem tədarükündən istifadə etməklə maldarlığın inkişafı. Bu da yaxşı şey oxşuyur. yəni nə Məsələn, deməkdir? kənd Bəli, bu intensiv maldarlığa keçid deməkdir də. Yəni otlaqların həddindən artıq otarılması torpaqların axı degradasiyasına səbəb olur, korlanır. Ona görə də əgər bu necə deyərlər, yem tədarükündən istifadə eləsələr, həm məhsuldarlığı artırarlar, həm də torpaqlar qorunacaq. Ona görə 4 yaxşı xüsusiyyətdir. 5-ə baxaq. Xam mal idxalını tamamilə məhdudlaşdırmaq bu olmaz. Çünki yəni ehtiyac var da, tamam birdən-birə idxalı məhdudlaşdırmaq Bəli, olmaz. Bu müasir olmaz. dünyada necə deyərlər, daxili istehsalı artırmaq üçün gərək bəzi xam malları idxal edəsən axı. Tamamilə məhdudlaşdırmaq artıq burada yanlış olacaq. 6-ya baxaq. Bəli. Yalnız yerli mütəxəssislərin işə cəlb edilməsi, bu da uyğun gəlmir. Çünki bəzi müəssisələr var ki, onlara xarici mütəxəssislər yəni gəlməlidir də, o Ölkəyə məcburi bir şeydir. gətirilməlidir, bəli. Yəni gətirilməməsi mənfi təsir edər. İstər təcrübəli, beynəlxalq, yəni təcrübə, innovasiyaları olsun. Ayrıca aizlərin qurulmasında məqsəd inkişaf etməkdə olan ölkələrdə texnologiyaları, innovasiyanı ölkəyə cəlb eləməkdir. O da bir, yəni müsbət haldır. Aha, burada Deyir ki, bəli, D variantı 38-ə baxaq. 47 şərq uzunluğu və 40 şimal enliyinin kəsişdiyi məntəqə hansı iqtisadi rayonun ərazisinə uyğun Bunun gəlir? konspektini sizə hazırlayacağam. Aha. Amma bu koordinatlara baxanda, yəni 47 şərq uzunluğu daha çox belə deyim Azərbaycanın qərbinə doğru gedir Qərbinə, deyə. aha. 40 şimal enliyi də təxmini belə ortaya uyğun gəlir də. Belə baxanda Gəncə daşısı Yəni çox Şərqi Zəngəzur da Qarabağda ola bilər, amma bunların içərisində bu Ağdama düşür bu uzunluq və enlik. Ağdamda hansı iqtisadi rayona aiddir? Qarabağ iqtisadi rayonu. Türkiyə Respublikası ilə quru sərhədinə malik olan ölkələrdən deyil. Amma İraqdır, Suriyadır, Yunanistandır, Bolqaristandır 8 bunlar dənə ölkə olacaq. ilə quru sərhədi var Türkiyənin. Bəli. İrandır, İraq, Suriyadır, demək Yunanistandır, Bolqaristandır, bunlar da var idi. Amma Makedoniya heç vaxt ola bilməz. Azərbaycan da var idi, Gürcüstan da var idi deyəsən. Bəli, bəli. Hə, bir dənə Şimali Makedoniya yox idi. Şimali Makedoniya olmaz. Göstərmişdiniz də özdə, yəni yerində dəqiq. 40-a baxaq. Ölkəmizin iqtisadi rayonlarına aid olan doğru əlamət və ya əlamətləri müəyyən edin. İqtisadi rayonlarımıza aid olanlar. Qarabağ iqtisadi rayonu həm sahəsinə, həm də malik olduğu inzibati rayonlar sayına görə respublikamızda birincidir. Bu doğrudur. Hansı rayonlar var Qarabağın? Ağdərə var, Xocalı, Füzuli, Ağcabədi, Bərdə, sonra Ağdam. Tərtər də burada idi. Tərtər. Bəli, Tərtər də burdadır. Şuşa da burdadır. Saysanız 9 dənə rayon eləyər də. Aha, sonra biri doğru götürərik. Sahəsinə görə fərqlənir. 2-yə baxaq. İqtisadi rayonunda şəhərlərin sayı inzibati rayonun sayından daha çoxdur. Bu səhvdir. Çünki biz deyirik ki, Naxçıvanda qəsəbədir. Yəni Mərkəz. şəhər azdır, əksinə mərkəzlər qəsəbə tipli olduğu üçün orada deyəcək ki, inzibati rayonun sayı şəhərin sayından daha çoxdur. Bəli, bəli. İkiləri çıxaq variantlardan. Aha, sonra
Ağgöl Milli Parkı Mərkəzi İqtisadi rayonunda yerləşir. Yox, Ağgöl Milli Parkı Qarabağa düşdü. Ağgöl Milli Ağcabədi Parkı, və Ağcabədi və Beyləqan da 2 iqtisadi rayon olacaq. Beyləqan. Həm hansı olacaq? Milmuğan, Qarabağ Beyləqana və görə. Bir də Qarabağ olacaq. Milli. Hə, amma yenə də buna düşmür. Düşmür. Şeyə düşmür də. Mərkəzi arana düşməz. Sonra Qoşa Qızıl və Zəli Alinit yataqları eyni iqtisadi rayonda yerləşir. Qoşa Gədəbəydə, Qazaq Tovuz, Zəli Alinit Daşkəsən, Gəncə Daşkəsənə. Bunlar fərqli oldu. bunlar ikisi eyni fiziki coğrafi rayondadır. Yəni Gəncə fiziki coğrafi rayonunda. Amma iqtisadi rayonları fərqlidir. Gədəbəy düşür Qazaq Tovuza. Ona görə Qazaq Bəli. Tovuz iqtisadi rayonunda həm mis, həm qızıl, həm seolitgili, həm bentonitgili ehtiyatları deyirik var. Daşkəsən də Gəncə Daşkəsənə aiddir. 6-ya baxaq. 5-ə daha doğrusu. Xudafərin və Güləbird su elektrik stansiyaları eyni iqtisadi rayonda yerləşir. Deməli, Xudafərin Cəbrayıl, Zəngilan götürürük. Güləbirdi də Laçın. Laçında bunlar ikisi də Şərqi Zəngəzura düşür. Kəlbəcər arası deyirəm. Şərqi Zəngəzurun içərisindədir. Yəni bunların rayonlarıdır. Bunu götürmək olar. Kür və Altıya bax. Araz çayları Milli iqtisadi rayonunun bütün inzibati rayonlarından keçir. Ha, bu da doğrudur. Bəli. Milli Bütün Saatlı Sabirabad, İmişli və Beyləqan ikisinin ərazisindən keçər Kür və Arız çayları və B olacaq. Belə müəllimlər, 135 dəqiqəlik dərsimiz bitir. Az qalıb onsuz da bunda bitməyinə. Belə gecəniz xeyrə qalsın.